Xoş gördük. Zaten dünən biz səndən qısa olaraq danışdıq. Mən düşünürəm ki, mən əminəm ki, buna sən də çox belə lazımlı yanaşacaqsan. Yəni həm mənim fikrim də deyil. Çünki bu günlər ümumiyyətlə biz baxırıq, görürük ki, istər müsəlmanlar olsun, hansı ki, bəzilərinin elmi yoxdur, elmi azdır və yaxud dinə təzə giriblər, istərsə də ateistlər olsun, ən çox belə universal mövzu olunan məsələ Əhzab 37-dir. Mən oradan girməyəcəm başlanğıc olaraq. Mən Əhzab 37-dən girmək istəyirəm, nə deyirsən? Siz girərsiniz. Debat? Tamam. Bu arada debat şərtlərini razılaşaq, zəhmət olmasa səsimin bağlanması yəqin ki olmaz. Çünki mən səs bağlayan biri deyiləm. Mən də deyirəm. Əla. Seçəcəyim ayətlər məsələsində seçim mənə aiddir. Biraz sakin ol, Niko. Debat təklifi məndən sənə gəldiyi üçün, sən də bunu qəbul etdiyin üçün mövzunu mən təyin edirəm. Bu debatın qaydalarındandır. Qaydalardan biri də debatı təklif edən əgər qəbul edirsə, ona rəayət eləməlidir. Mənim ortaya qoyduğum mövzu da Əhzab surəsi 37-dir. Sadəcə bu konseptdə? Bəli, yəni bugünlük bunu danışaq. 2 saat Əhzab 37 müzakirə edəcəyik. Ya o qədər uzun, mənim çox vaxtım yoxdur, açıq deyim. O qədər uzun vaxtım yoxdur. Niyə soruşa bilərəm, niyə yaradılışın bioloji tərəfləri və s. girmirik? Girərik, onlara da girək. Məsələ budur ki, mən bu günlər hər yerdə şahid oluram. Ümumiyyətlə, bu Allah varmı, yoxdur, bu məsələlər necə deyim, bir çox müsəlmana zaten agahdır, sizə də bəzi agahdır. Məsələ budur ki, mən çox yerdə oxuyan insanlar deyirlər ki, mən Əhzab 37-yi oxudum, dindən çıxdım, ateist oldum və s. Yəni, Əhzab 37 elə bir ayətdir ki, burada əxlaq məsələsi var, cəmiyyət anlayışı var, toplum anlayışı var. Mən istəyərdim ki, buradan danışaq və bəhsə dəvət edən bir adam olaraq da sən də bunu qəbul etdiyin o adam olaraq da mən şərti bunu qoyuram. Əhzab 37 haqqında, hətta sənin də mən səhifəndə video gördüm. Bir adamla demişdin ki, Əhzab 37-yi göstərdi ona ki, bu nədir deyə. Başlayaq. Əlbəttə. Nə gözəl. Bir saniyə. Bu. Bir dəqiqə. Möhtəşəm. Buyur. 37-ni oxumağa başlaya bilərik. Mənim canlı yayınımdan buradan moderatora səslənirəm. Əgər hər hansı bir ateist gəlsə, Nikonun tərəfdarları yalnız təhqir etmədikləri, söymədikləri müddətcə onları səssizə atmayın, onları bloka atmayın, qalsınlar, izləsinlər, problem deyil. Eyni şeyi mən də təkrar edirəm. Tərəfsiz şəkildə modluq eləyin və kimsəni də təhqir etmədiyi və etik qaydaları pozmadığı müddətcə səssizə atmayınız. Əhsən yazsa, qeyri-əhsən yazsa bunun heç bir əhəmiyyəti yoxdur. Tərəfsiz yanaşın, zəhmət olmasa. Əla. Ya Allah, bismillah. Ya Allah, bismillah və elhamdülillah. Bismillah, elhamdülillah və salatu və selamu alə Rasulullah. Bismillahirrahmanirrahim. Allah subhanahu və teala Əhzab surəsinin 37-ci ayətində buyurur ki, bir zaman Allahın neymət verdiyi və sənin özünün neymət verdiyin kəsə, Zeyd ibn Harisəyə, zövcəni yanında saxla, Allahdan qorx deyirdin. Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır. Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları, övrətlərini, yəni öz zövcələrini boşadıqları zaman o qadınlarla evlənməkdə möminlərə heç bir sıxıntı olmasını Allahın əmri mütləq yerinə yetəcəkdir. Sənin bu ayə haqqında, Əhzab surəsi 37-ci ayət haqqında iradın nədir biz müsəlmanlara? İradım budur. Mən getdim. Uşaq evindən bir oğul götürdüm. Böyütdüm. Onu evləndirdim. Və sonra o boşandı. Mən onun boşadığı xanımı ala bilərəm İslam əxlaqına görə. Bəli. Yəni bu etik və əxlaqlı bir davranışdır. Bəli. Niyə bilirsən? Etik və əxlaqlı olan budur. Etiksiz və əxlaqsız olan nədir bilirsənmi? Bir uşağı gedirsən, götürürsən yetimxanadan və ondan onun atasını, anasını, kimliyini gizləyirsən, onu yedirirsən, içirirsən, böyüdürsən və onu bir övlad kimi mənimsəyirsən və sonra onun arvadını da öz gəlinin kimi mənimsəyirsən. Xeyr ola.
Sən burada başqasının övladını öz övladını kimi mənimsəyirsən, başqasının gəlinini öz gəlinin kimi mənimsəyirsən. Ahzab surəsi 5-ci ayətdə İslama görə övladlığa götürülən uşaqların adları öz şəxsi, öz biyoloji atalarının adları ilə səslənir. Muhammedin, yəni öz ataları, kim ki atalıq götürüb onun atalığı ilə yox. İstəsən misal üçün bax, bu sən dediyin ki bu şey var ki, Azərbaycan, yəni Ailə Məcəlləsinin 134.1-ci maddəsinə əsasən də övladlığa götürülən uşağını boşadığı qadınla evlənməkdə problem yoxdur. Eyni şəkildə Avropa ölkələrində də bu şeyə qadağa yoxdur. Eyni şəkildə Türkiyənin var. Harda var, gətir göstər. Hansı ölkənin? Ölkə adını. Gətir misal üçün Allahın izni ilə burada göstərginə ki bu şey qadağa var. Deyim gözlə. Fransadan gətirginə. Fransa evlilik kanunları. Bu açılana və mən ekrana qoyana qədər sən mənə dinən görüm, basit olaraq. Çünki çox da dərin bir mövzu deyil bu, çox sadə bir mövzudur. Mən gedib uşaq evindən bir övladlıq götürsəm, bax mən şəxsimdən götürəm, başqa kimsəni də müzakirəyə qoymuram ya da sənin üstündən götürmürəm. Mən gedib uşaq evindən bir övladlıq oğul götürüb onu evləndirsəm, daha sonra onlar boşansalar. Mən o boşadığı xanımı özüm arvad edə bilərəm İslamın əxlaqına görə. Hə ya yox? Budur sualın. Bəli. Gözlə burada bir mod istəyirəm, mod verim. Bəli, İslam buna icazə verir. Niyə? Çünki övladlığa götürdüyün övlad sənin şəxsi öz qanunun övladı deyil. Xeyr ola sən onu götürürsən, öz övladın ki mənimsəyirsən, onun arvadını gəlin ki mənimsəyirsən. İslama görə övladlığa götürdüyün adamın zövcəsini sən başı açıq görə bilməzsən. Lakin öz biyoloji övladının zövcəsini sən başı açıq görə bilərsən. Yəni sən xeyirlə birini gedirsən, götürürsən yetimxanadan, bunu böyüdürsən, yetişirsən, yəni bu sənə ömür boyu minnətim duymalıdır ki, sən məni yedirdin, içirdin, xeyir ola yəni. Sən onu... Minnət məsələsi deyil, Mücahid. Azərbaycan Ailə Məcəlləsində də bu şey qadağa yoxdur. Bu şey artıq baxır. Diqqət bir dəqiqə. İslam buna icazə verir. Lakin bu hökmü tətbiq eləməyə əmr və yaxud belə bir, yəni siz bunu etməlisiniz, bu əmri etməlisiniz deyə belə bir şərt qoymur. Bunu buraxır, İslam bu şeyi icazə verir. Bu şeyin icazəliyini də cəmiyyətin öz əxlaq anlayışına görə ortaya buraxır. Boşanan zövcə razı, boşayan övladlıq razı, cəmiyyət razı. Sən xeyir ola ki buna razı deyilsən. Misal gətirirəm. Mən sənə deyirəm, basit, statın ikinci bölümü. Mən bunu tətbiq eləsəm, sən mənə nə deyərsən? Mən sizə heç demərəm. Niyə bilirsən? Al, stop. Diqqət et. Stat 3. Mən bunu tətbiq eləyəm. Mən bunu qonşumda biri, basitdə dostum, subyektiv baxışımızı deyək. Bax, bunu qonşumda biri tətbiq eləsə, mən boynuyoğun deyə bilərəm, rahat da deyərəm. Niko, bir dənə sualı verdin. O suala məndən sən tam cavab almalısan. Mən xeyr deyib, yaxşı deyən belə bir qayda yoxdur. Xeyr, necə? Eləmi? Mən artıq baxaram, əgər sənin övladlığa boşadığın bundan razıdırsa, sənin yaşadığın toplum bu şeyə normal baxırsa, mən burada sənə heç bir şey demirəm. Eyni şəkildə Azərbaycan məcəlləsində də istər Ailə Məcəlləsində olsun, Türkiyə məcəlləsində olsun, bibi qızı ilə ki Peyğəmbərin evləndiyi Zeydin zövcəsi Peyğəmbər sallallahu aleyhi və səlləmin bibisi qızı olur. Bəli, Zeynəbin Cəş bibisi qızı olur. Bibi qızı ilə evlənmək də bugünkü müasir dövlət hüquqlarına görə heç bir qadağa yoxdur. Bəli, bacı ilə... Dövlətin birincisi bu qanunnamə 2023-cü ildə konstitusiyonlu dəyişikliklərə görə tərazlanıb. Qohum evliliyi qətiyyən qadağandır. İkinci stat bundan ibarətdir. Məsələ konstitusiyonlu qaydalar deyil. Qohum evliliklərini say. Qardaşım, deyirəm ki, mən bunu eləsəm, sən mənə pis gözlə baxmazsan. Okey? Qohum evliliyi, sən dedik dəyişirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13-cü maddənin 1-ci bəndinə əsasən qan qohumları, diqqət, qan qohumları arasında nikah yalnız birbaşa yuxarı və aşağı xəttdə ata, ana, baba, nənə, oğul, qız, nəvə və s. və tam Qanunun dəyişikliyi şeyinə zamanına bax bir dənə. Yox, sən indi gətir ki, bu denən ki, köhnədir. Çünki köhnədir, konstitusiyonda təzə qaydalar var ortada. Təzəni qoy görək ortaya. Təzəni qoyum da, Ailə Məcəlləsində dəyişikliklər görsən bir orada mötəz içində. Gətir, denən ki, bibi qızı ilə evlənmək qadağandır. Ailə Məcəlləsi və bu dəqiqə.
Bu dəqiqə deyim sən. Ayənin bunu Bax, sən 2024-cü il Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikasının Nazirlər Kabineti Ailə Məcəlləsindəki dəyişikliyi, Azərbaycan Respublikası Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixində 1188 VİDQ nömrəli qərarnaməsi. Kim istəyirsə açsın baxsın. Nə yazılıb? Qohum evliliyi qətiyyən qadağana edilir. Ayda bu qohum evliliklərini say nə? Say. Səbirli ol. Nəfəs aldın, nəsə. Say, incə mən saydım da say görək. Bir qızını götür orada mənə. Səbirli ol. Səbirliyəm. Ölkədə qan qohumlarının nikaha daxil olması qadağan edildi. Bu barədə Ali Məclisin təklif olunan, bax istəyirsən səsli də qoyun, səs gələcək halda. Dinlə. Səs gəlir. Yaxşı, onu da üzündən oxuyayım. Ölkədə qan qohumlarının nikaha daxil olması qadağan olundu. Bu barədə Ali Məclisə təklif olunan dəyişikliklər qeyd olunub. Təklifə əsasən qardaşların və bacıların ümumi bioloji baba və nənəsi olan uşaqlar, həmçinin bioloji qohumluğu olan əmi, dayı, qardaş, bacı qızı, bibi, xala və qardaş bacı oğlu ilə, qardaş oğlu və qardaş bacı oğlu ilə nikaha daxil olmaq qadağan edilir. Saydığın o şeydə bibilər qeyd olunur. Azərbaycan... Bir də oxuyuram. Təkrar oxuyuram. Ölkədə, təkrar oxuyuram, dinlə. Təkrar oxuyuram. Dostum, təkrar oxuyuram, dinlə. Ölkədə qan qohumlarının nikaha daxil olması qadağan edildi. Bu barədə Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər qeyd olunub. Təklifə əsasən qardaşın və bacıların ümumi bioloji baba və nənəsi olan uşaqlar, həmçinin bioloji qohumluğu olan əmi, dayı, qardaş, bacı qızı, bibi xala və bibi xala qızı və qardaş bacı oğlu ilə nikaha daxil olmaq qadağan edilir. Hardadır bu? Bax, deyim sən hardadırsa. Bu dəqiqə. Kodu ilə deyim şey istəyirsən. Neçənci maddəni? Bu dəqiqə, səbir ol. Azərbaycan Respublikası Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1888 VİDQ nömrəli qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarda dəyişiklik edilməsi barədə. Qərarın nömrəsi 1888 VİDQ. VİDQ nədir, aynı kod. Nədir, adlarını qoyublar da. Nə bilim, nə deyə oxuduğunu bilməz. Sənin oxuduğun şey deyil. Nazirlər Kabinetinin oxuduğum şey bilməmək deməkdir. Sənin oxuduğun şey deyil ki, qan qohumları arasındakı nikah. Əmi qızı, əmi oğlu qan qohumu deyil. Burada yalnız birbaşa xət üzrə qohumluq, yəni ata, ana, nənə, baba, övlad, bacı və qardaş arasında evliliyə qadağa qoyulur. Bibinin qızı isə birbaşa yan xət üzrə ikinci dərəcəli qohum sayılır. Qanunla buna... Ekrana qoyum. Ekrana qoyum. Ekrana qoyum. Qoyum ekrana. Səhv oxuyursan. Səhv oxuyursan. Gözdə ekrana qoyuram. Gözdə ekrana qoyuram. Ekrana qoy ekrana. Ha, bu dəqiqə əlbəttə. Ha, qoy. İndi bunu gətirəndə... Gözdə ekrana qoyuram. Övladlığa götürülən uşağını boşadığı qadınla evlənmək olmaz deyə bir qadağanı da gətirdi. Bir dəqiqə. Bundan əlavə evladlığa götürülən uşağını boşadığı qadınla evlənmək olmaz deyə qadağanı da gətirdi. Gətirəcəm. O elə bir qadağa yoxdur. Kim deyir ki, boşandığı gəlinlə evlənmək qadağası var konstitusiyonda? Yox, düzdürmü? Hə. Yox, düzdürmü? Yox. Nə idi görsən? Yox isə bəs sən nəyə əsasən deyirsən ki, bu icazəli deyildir? İcazəli deyildir demədim. Mən sənin əxlaqın qəbul edir bunu. Bax, indi diqqət elə. Bu arada ikinci detay 2 qeydlərdən. Bax, 2024-cü ilin iyul ayından əvvəlki qərarlara əsasən bibi ilə, xala ilə evlənmək qadağan deyildi qanundan. Neçə nəfər evlənən tanıyırdın və buna necə baxırdın? Diqqət elə, Niko. Evlənmək məsələsi budur ki, bizim mövzumuzun əsas məğzi bir kişi birini övladlıq götürülər və bu övladlıq da bir qadınla evlənər və bunu boşayar. Sonra o ekrana qoyuram. Bax, oxu bir dənə bunu. Danışaq da Allahu akbar. Bibi haramdır, xala haramdır, qardaş. Auzu billah.
Aç bibi haramdır, haramdır. Oxu bunu, oxu bunu. Ay Niko. Oxu bir də. Sən qoydun, sən Oxu. oxuyuram. Mən yox edirəm sən qoyduğun şeyi. Bax, bayaq oxudum dedin, yalan deyirsən. Bax, ölkədə qan qohumlarının nicada daxil olması qadağan edilir. Bu barədə Ali Məclisin təklif olunan dəyişiklikləri qeyd olunub. Təklifə əsasən qardaşların və bacıların, ümumi bioloji baba və nənəsi olan uşaqların, həmçinin bioloji qohumluğu olan əmi, dayı, qardaş, bacı qızı, bibi, xala və qardaş bacı oğlu ilə nicaha daxil olmaq qadağan edilir. Gördün? Səhv deyirsən. Get el ay Niko. Get el. Bu bir. Bu bir değil, bu bir değil. Niye bilirsən? Əla. Niye bil? Getdik ki. Əla deyil. Hə, sənin əxlaqın gəlin almağa ögey belə olsa razıdır ya yox? Bu məndən betər imiş ki, qardaş. İşte bu məndən təmiz betər imiş. Bu heç sus. Əlbəttə ki, betərəm. Dünən yorğun vaxtıma düşmüsə elə bilsən belə gedəcək. Buyur. İstəyirsən adrenalinli vaxtını ol, sən mənə nə edirsən? Çox klas vaxtımdadır. Sən heç nə necə fikir dalaş edirik də burada. Şəxsi səninlə dərdin yoxdur mən. Müzahid, səninlə şəxsi bir dərdim yoxdur. Sənin bu barədə elminin olmadığı indi mən səni çox gözəl soru verirəm. Elmimin olmadığı. Elmdən danışaq. Elm nə deməkdir vəbşə? Elm nə deməkdir ki? İslam dinində elm nə deməkdir? Məlumat edinmək. Elm nə deməkdir ümumiyyətlə? Elm ağıldır, elm məlumatın olur. Elm cahilliyi. Hələ yaradılışa gələcəyik, səbirli ol. Bunun bioloji əsaslarına gələcəyik, tələsmə. Bir gələcəyik. Bir dəqiqə. Bu debat. Relax, slow. Bu debat belə getməyəcək. Niyə? Çünki sözümüzü qoymuruq danışmağa. Enteresan. İndi mən sənə sual verdim, sadə bir dənə sual verdim, cavabını istədim. Ya o zaman dinlə, indi tam olaraq mən sənə... Sual nə idi? Tamam. Sual elm nə idi? İndi mən onun cavabını sənə verdim. Ondan qabaqçı nə idi? Sən dinlədinmi? Ondan qabaq sənə verdiyim sual nə idi? Yox, ondan qabaq verdiyim sual nə idi? Fırladırsan, mövzumuz əhsab... Ay şəkərim, deyirəm ondan qabaq sənə sual verdim. Mövzumuz əhsab surə... Demirəm onu, niyə bilirsən? Çünki daima fırladırsan. Mən də o istiqamətdə basit bir sual verdim sənə. Gəlininin övladını almaq uyğundur ya yox? Sənin özün ucu aydın olur ki, sən ucu burada altına vuracaqsan. Elə fikirləsin. Saygısızlıq eləmə. Saygısızlıq deyil. Niyə? Mövzuda altını vuracaqsın. Saygısızlıq eləmə. Saygısızlıq eləmə. Saygısızlıq sən mənə eləyirsən. Saygısızlıq eləmə. Saygısızlıq sən mənə eləyirsən, çünki bəhsin biz... Sual verdim, cavab vermirsən. 4 dənə dalmadan sual verdim sənə. Biz ən başdan bəhsə başlayanda sənlə biz razılaşdıq ki, birbirimizi diqqət eləyəcək, dinləyəcək. Eləmirsən axı. Qoymursan üst-üstünə, danışırsan, qoymursan, biz izah eləyək. Eləmirsən axı cavabı. Əhzab surəsinin 37-ci ayətinin iniş və yaxud nüzul səbəbini sən bilirsən. Nüzul səbəbi. Əhzab 37-in bir nüzul səbəbi var. Tələsməkdə sıra-sıra gedək Allahın izni ilə. Əla, gəl. Nüzul səbəbini bilirsən? Denə zəhmət olmasa. Bilmirsən? Yox, bilmirəm, denə zəhmət olmasa. Bilmirsən deyil, yəni budur da bilmirsən deyil. Əhzab surəsinin nüzul səbəbini bilmirəm. Lütfən deyə bilərsən. Səhih Buxari kitabını, yəni mən öz mənbələrimdən dəlil gətirəm. Buxarını bu arada səhih qəbul edildiyi qeyd edə bilərəm. Əlbəttə. Buxarinin Səhihül Cami əsərini qeyd edirəm. Möhtəşəm. Ümumiyyətlə Buxarinin çox kitabları var. Səhihül Cami əsərini bəli rahatlıqla qeyd edə bilərsən ki, səhih olaraq qəbul edirəm. Bir şey deyim. Səhih mənbədəki olan rəvayətin, yəni və yaxud hədisin qəbul olma şərtləri nədir? Nəyi? Səhih mənbədə olan rəvayətin və yaxud hədisin... Bu mənim umurumda belə deyil. Mən empirik əsasları xaricində heç bir şey qəbul eləmirəm. Sən ki, bayaq mənə dedin ki, elm nədir? Bax, elm elə budur. Tamam. Sən davam elə. Bir rəvayətin bir mənbədə... Rəvayətin başı bura 37-də qalır. Səbəbi nüzul. Qalır. İzah eləyəcəm. Sən o iki qeyd edin ki, Səhih Buxarinin səhih olaraq qəbul edə bilərsənmi? Səbəbi nüzul. Səhih Buxarinin səhih olma qaydalarını bilirsən? Sənin üçün səhihdir ya yox? Mənim üçün səhihdir. Bitdi getdi. Əla, təbrik edirəm. Bitdi getdi. Səbəbi nüzul. Deyirəm, bir cədərə buna cavab verin. Səhih bir mənbədə keçən bir rəvayətin və yaxud bir hədisin səhihliyinin, zəifliyinin şərtlərinin müəyyən olunmasını sən bilirsənmi, bilmirsən? Xeyr, bilmirəm, umurumda da deyil. Yaxşı. Səhih Buxari kitabının... Buxari deyil mövzu. Buxarini səhih qəbul elədin də, düzdürmü? Bir də, mən nüzul səbəbini gətirirəm sənə. Nüzul səbəbini 37-nin nüzul səbəbini dinən. Nə gətirirəm sənə? Bir dinlədə, nə sakin ol. Onu gətirirəm da. Mən sənə Səhih Buxaridən gətirirəm ki, burada Səhih Buxaridə keçir ki, Ət-Təvsir Əhzab surəsinin təfsiri gəlir burada. Buyurulur ki, Buxari bu ayənin təfsiri ilə əlaqədar deyir ki, Zeyd ibn Harisə Zeynəbi boşadıqdan sonra Allah Peyğəmbərə onu zövcə etdi. Bu övladlıqlarla evlənmənin halal bulunduğunu göstərmək üçündür. Hadisənin əsl səbəbi ictimai qınaq qorxusu deyil,
şəriət hökmünü icra etmək idi. Eyni şəkildə təfsir İbn Kəsir təfsir Quranda da eyni şəkildə Əhzab surəsinin 37-ci ayətinin nüzul səbəbində buyurur ki, İbn Kəsir rahimehullah, İbn Kəsir bu ayənin diqqət bir dəqiqə. İbn Kəsir bu ayənin Əhzab surəsi 37-ci ayənin səbəbi kimi Peyğəmbər sallallahu əleyhi və səlləm əvvəlcə Zeydə zövcəni saxla, deməsini və qəlbində onunla evlənmək istəyini gizlətməsini qeyd edir. Bu istək şəhvəni deyil, Allahdan gələcək hökmə tabe olmaq məqsədi ilə idi. Yəni, hətta təfsir Ət-Təbərdə də gəlir, cild 22, səhifə 13 və 15-dən də gəlir ki, ümumiyyətlə, Zeyd zövcəsini boşamaq istədikdə Allah Rasulü sallallahu aleyhi və səlləmin yanına gəlir və ona deyir ki, mən zövcəmi boşamaq istəyirəm deyir. Peyğəmbər sallallahu aleyhi və səlləm də deyir ki, zövcəni boşama, yanında saxla, Allahdan qorx. Danışa bilərəm indi. Danışa bilərsən, bir şey əlavə etmək istəyirəm əgər olarsa. Əgər Peyğəmbərin sallallahu aleyhi və səlləmin bəzi ateistlərin dırnaq arası dediyi kimi Zeynəbdə gözü var idisə, sən də bu fikirdəsən mi? Ayət ilə yazıb. Yox. Yəni sən bu fikirdəsən? Mən umurumda da deyil. Deyəcəyim şey başqa şey olacaq. Sən fikrini tamamla. Budur ki, sən əgər hər mövzuda mənim umurumda deyil yola verəcəksənsə, sən bir dənə tamamla, mən bu cavabları da verəcəm, fikrimi də bildirəcəm. Sən bəhsin və debatın adamı olmadığının sübutu budur ki, sən debatın içində olan mövzuya deyirsən ki, şəkərim, malalamayaq da söhbət edirəm. İcazə verirsən ya yox. Malalayan sənsə ki, İcazə verirsən ya yox. İcazə verirsən ya yox. Qəbul edirəm. İcazə verirsən şəkərim. Necə? İcazə versən davam edeyim. İcazə verirəm, mən bitirməmişəm. Bir şey əlavə edim, ondan sonra danış ki. Hə, elə də, elə bitir də onu. Tamam. Deyirəm ki, sən də bu fikirdəsən də, elə deyilmi? Sən davam elə, mən şəxsi fikirlərimi qısa konkret alacağam, verəcəm zaten. Sən bu fikirdəsənmi, deyilsən? Hansı fikirdə? Bəli, o fikirdəyim, çünki ayət elə yazılıb. Ayətin harasından çıxartdın ki, o fikirdədir? Oxuyun bir də. Hə? Oxu. Bu dəqiqə. Xatırla ki, bir zaman Allahın nemət verdiyi və sənin özünün nemət verdiyin şəxsə Zeyn ibn Harisdən gedir burada söhbət, deyilmi? Nəyi? Burada Zeyn ibn Harisdən gedir söhbət. Bəli. Zövcəni saxla. Allahdan qorx deyir. Allah aşkar etdiyi şeyi. Düzdür. Allah nəyi aşkar edib? Budur sualım. Hə. Allahın aşkar etdiyi yazmır. Allahın aşkar edəcəyi şeyi qəlbində gizlədirdin və insanlardan qorxurdun. Allahın aşkar etdiyi şeyi Zeyd ibn boşanacağı tədbirdə onu almağın haqda sənə nazil olan vəhi ürəyində gizli saxlayır və adamlardan ürəyində nəyi gizli saxlayırdı? Cavab verim. Zəhmət olmasa. Bir sualı verəndə çalış ki, məndən onun tam cavabını al yenə. Zəhmət olmasa. Sən mənə sual versən, bir kəlmə deyən kimi deyirsən, yaxşı deyən, sonra davam edirsən. Bu debatın qaydalarından deyil. Birinci məsələ budur ki, Allahın aşkar edəcək şeyi Zeyd zövcəsini boşadıqdan sonra Zeynəbi Peyğəmbərlə evləndirəcəyi idi. Bu Allahın sonradan aşkar edəcəyi şeydir. Bu sənin bundan öncə verdiyin suala cavab. İkinci olaraq Allah Rasulü sallallahu aleyhi və səlləm bu şeyi qəlbində gizlətdi. Necə? Nəyi? Allah subhanahu və teala nəyi gizlətdi ona çıxır? Verirəm də Allahu akbar bir deyan yenə. Allah subhanahu və teala bu hadisə olmamışdan əvvəl öncədən Peyğəmbər sallallahu aleyhi və səlləmə xəbər vermişdi ki, Zeyd zövcəsini boşayanda səni onunla evləndirəcəyik. Peyğəmbər sallallahu aleyhi və səlləm həmin dövrün o ictimai əxlaq anlayışına əsasən təbii insan bir şey hissi olaraq bunu İbn Kəsir də və Fəxrəddin Ər-Razi və bir çox alimlər təbii hissi olaraq insanlardan biraz çəkindi ki, yəni mən bunu birbaşa belə aşkar eləsəm insanların tavrı İslam'a tamam başqa olar və s. Peyğəmbər sallallahu aleyhi və səlləm də Allah subhanahu və təala öncədən ona nazil etdiyi, bildirdiyi bu şeyi insanlardan təbii olaraq biraz çəkindi. Bu şeyi qəlbində gizlətdi. Allahın qəlbində gizlətdiyin şeyi dediyi budur. Allahın isə sonradan aşkar edəcəyi şey isə sonradan Zeynəbin Peyğəmbərlə evlənəcəyi şeydir. Allah öncədən bildirmişdi Peyğəmbərə ki, Zeyd boşadıqdan sonra sən alacaqsan. Bildirmişdi. Bəli. İndi mən ikinci fazaya keçək. Bayaqdan danışırsan, amma mənə danışmaya imkan vermirsən bu arada. Niko, buna eləməmişik. Nə? Bundan keçmirik, buradayıq. Bu məsələnin içində bir sual var. Bu məsələnin içində bir sual var. Kim verir sualı? Mən verirəm. Kimə? Sənə. Ver. Tamam. Deyirsən ki, bu ayəyə görə Peyğəmbərin
Zeydin zövcəsi Zeynəbdə gözü var idi, elə deyil? Hə. Tamam. İndi sənə mən bir-iki argument gətirim, məni diqqət edin, amma sözümü kəsmə. Əgər olasın, çox artıqcadır, xahiş edirəm. Maraqlısı işin utopik tərəfi budur ki, elə sən ancaq sən argument gətirəsə olursan. Çünki sən gətirə bilmirsən. Ha, şans verdin. Mən verdim, amma sən istifadə edə Bir bilmirsən. gözlə də indi. Sənin zəifliyindir, Nikola. Ya gözlə. Saygısızlıq eləmə. Bu ikinci xəbərdarlığım olsaydı, üçüncü dəfə şansın olmayacaq. Birincisi. Bax qonşum. Qulaq as. Verməyəcəm o şansı. Verməyəcəm. Yatsın evində. Yox, bir dəqiqə gözlə. Ancaq danışmaq istəyirsənsə mən mikrofonu bağlayım, səhərə qədər səni dinləyim. Olar. Argument bildirmək istəyirəm. Gözlə bir dəqiqə. 5 dənəsini dalbadal verdin. Gözlə. Bax qonşu getdi bir uşaq götürdü. Özüm demirəm, ha qonşu deyirəm. Qonşu bir uşaq götürdü evlatlığa, onu evləndirdi və getdi. Onun boşanandan sonra arvadını aldı. Mən o adama boynu yoğun deyirəm, rahat-rahat. Sən nə deyirsən? Tamam. Budur məsələ. Hə, məsələ budur. Bax bu sualım budur, konkret də cavab istəyirəm. Sən o adama boynu yoğun deyirsən, ona görə ki, həmin yaşadığı o toplumda o şeyə pis baxılır. Sən nə deyirsən? Ay kişi diqqət elə. Mənim özüm şəxsən o adamı heç demirəm. Niyə bilirsənmi? Niyə? Demərəm ona görə ki, boşanan qadın evlənməyə razı. Boşayan oğul öz zövcəsini onunla evlənməsinə razı. Alan verən, satan razı, cəmiyyət razı. Əgər cəmiyyət İndi öz çatından və bütün Azərbaycan cəmiyyətindən soruş gör, başqa bir gözlə baxırlar yoxsa yox? Azərbaycan cəmiyyətində bu şeyə doğru baxılmır. Lakin bu şey İslamda var. İslam bu şeyi qəti olaraq siz bu şeyi uygulamalısınız deyə bir qayda qoymur. İslam sadəcə... Yəni mən demirəm bir hökmdür. Mən deyirəm ki, icra eləsə biri boynu yoğun olur yoxsa yox? Yox. İcra eləsə artıq onun bu məsələnin dediğini söz həmin o cəmiyyətin əxlaq anlayışına görə baxır. Bilirsən mi? Bəs İslam əxlaq anlayışı Allah qatında bu adam nə olur? Allah qatında bu adam əxlaqı, yəni pis bir şey eləmiş olur. Əxlaqlı adam olmuş olur. Bəli, deyim Bəs sənin əxlaq anlayışında imen o sənin. 4 dəfə izah elədim ki, mənə görə əgər həmin adam bu işi eləyəndə, əgər həmin cəmiyyəti bu şeyə qarşıdırsa və yaxud evlənən qız narazıdırsa, ailələr narazıdırsa, o zaman mən ona pis baxaram. Yox, əgər... Hə, sən normal baxırsan, yəni statik olaraq. Xahiş edirəm sözümü kəsməyinə. Artıq dərəcədə xahiş edirəm sözümü kəsməyinə. Yox, əgər həmin cəmiyyətdə, həmin toplumda bu şeyə normal baxılırsa, ki, mən də ona normal baxaram. Necə ki, 1400... Sən bu cəmiyyəti nətə soxa bilərsən? Ortaya İslam əxlaqı buna icazə verirsə və obyektiv bir əxlaq anlayışı sabitdirsə İslamda, sən xeyr ola subyektiv baxırsan? Necə? Xeyr ola sən bu işə subyektiv baxırsan. Bəli, cəmiyyətin əxlaqına əsasən. Ümumiyyətlə keçdi ikinci levelə. Əxlaq subyektivdir yoxsa əxlaq obyektivdir? Əxlaqın tərifini vermə. Əxlaqın tərifi elə cəmiyyətin anlayışı. Subyektiv və obyektivin. Obyektiv əxlaq nədir, subyektiv əxlaq nədir? Zəhmət olmasa tərifini ver. Çox belə hızlı gedirsən, amma yaxşı lazımdır. Divara ilişəcəksən, Niko. Ha, ilişmərəm, sorun deyil. Sən mən obyektiv əxlaqın və subyektiv əxlaqın meyarlarını dinə. Sən Pastiyan mövzudan yayınırsan, ay Niko. Elə bu mövzunun içinə qayıdacağam. Pastiyan mövzudan yayınırsan. Cavab ver də zəhmət olmasa. Obyektiv əxlaq nədir, subyektiv əxlaq nədir? Dövlət, Azərbaycan dövlət qanununun hüququ. Cəmiyyətin əxlaq anlayışına tərs olan bir qanun qoyurmu? Hə, qoya bilir. Hansıdır misal üçün? Məsəl üçün 2 il, 1 il əvvəl bibi qızı ilə evlənmək olardı. İndi diqqət elə. Azərbaycan dövlət qanununda istər öncədən, istər sonradan övladlığa götürdüyün adamın boşadığı qadınla evlənmək qadağası varmı? Yox. Bu şey yoxdur, düzdürmü? Qanunla yox. Əhsən. Kimsə bu şeyi eləsə, qanunla cinayət eləmiş olurmu? Yox. Açılmır, düzdürmü? Yox. O zaman deməli belə çıxır ki, dövlətin öz qanununa əsasən bu adam əxlaqsızlıq və yaxud cinayət törətmiş olmur. Amma toplumdan soruş bir dənə gör nə törətmiş olur. Toplumda yaşayan toplum dövlətin onların tətbiq elədiyi qanuna bəzi məsələdə uyur. Məsələ budur ki, cəmiyyət əgər buna pis baxırsa, bu şey tətbiq olunmur. Demək ki, subyektivdir, deyilmi? Pis baxmırsa tətbiq. Demək ki, subyektivdir, deyilmi? Yəni bu şey qəti. Ay qardaş, deyirəm, demək ki, subyektivdir, deyilmi? Allahu Akbar. Niko, bu kaydı sonra çıxardacağım.
Çıxardarsan. Paylaşacağım özünü. Deyirəm subyektivdirmi demək ki? Bayaqdan da nə qədər sual verirəm, heç birinə cavab vermirsən. Dalbadal mənə şey eləyirsən. Bu lazım deyil. Ay şəkərim, deyirəm ki, dəyişilən bir şey. Ay qardaş, bir rahat ol da, bir səbirli ol. Bir qırğına çıxmamışıq ki. Sən özün... Ya mənlə bir düşmənçiliyin var. Necə? Mənlə şəxsi bir düşmənçiliyin var. Yoxdur, əlhəmdülillah. Mən də sən yoxdur, onda rahat ol da. Mən burada kimisə şey sıxmağa falan filan umurumda belə deyil. Eşitirsən mən? Basit sual. Dəyişilən bir əxlaq anlayışı. Bu teologiyadan zaten xəbərin var sənin ümumiyyətlə. De. Dəyişilən bir əxlaqı bəli. Dəyişilən bir əxlaq anlayışını savunursan. Dəyişilən bir şey obyektivliyini itirir ya yox. Bəli, cəmiyyətə görə itirə bilər. Lakin Əla. Bura qədər razılaşdıq. Bax mən sənə əhsən. İslamın əxlaq anlayışı obyektivdir yoxsa subyektivdir? İslamın əxlaq anlayışı ümumi olaraq hökmlərin hamısı yeri gəlir həm obyektiv olur, həm subyektiv olur. Necə? İndi bu dediyin şeyi bu ayətlərdən əsaslandır sənin sən bax digədə. Bayaqdan hər kəs şahiddir ki, Niko. Məni qoymursan danışam. Danışa bilirsənsə danış da. Sən icazə vermirsən. Sual vermirsən, cavab vermirsən axı. Suala cavab vermirsən axı. Sən deyirsən ki, sən bu şeyin pis olmasını, əxlaqa aparmırsan hələlik. Niyə bilirsən? Sən çünki bu şeyin pis olmasını hələ öncədən ayəti özün oxuyursan və sonra içərisindən çıxarırsan ki, güya peyğəmbərin bu qadında gözü var idi. Məsələ budur ki, burada siz kulli ateistlərin bu düşüncədə olan bütün ateizm və əxlaq anlayışı. Yəni ateizm nə deməkdir? Bütün ateistlərin ateizm nə deməkdir? Ateizm elə məqsədsiz bir yaşam. Ateizmi deyirəm. Tərifini deyirəm. Tam tərifini deyirəm. Ateizmin tam tərifini deyirəm. Diqqət elə. Ateizmin tam tərifini deyirəm. Mən indi sənə desəm ki, qalx sən də müsəlmançılığın tərifini elə. Hə, deyərəm. Təslim olmaq deməkdir. Nəyə təslim olmaq? İslamiyyətə təslim olmaq, Rəbbinə təslim olmaq. Təslim olmanın şərtlərini say görün. 5 dənədir. Təslim olmaq sizin anlayışınıza görə 5 dənədir. Deyil. Neçə dənədir? 6 dənədir. 6-cısı hansıdır? Bəli. Sayda 6 say görək. 5-ini say. 6-cısını denə. 5-ini say. 6. Namaz qılmaq, kəlmə-i şəhadət, zəkat vermək, oruç tutmaq, həccə getmək. 6-cısı nədir? Bunlar nədir? 6-cısı nədir? Bunlar İslamiyyətə daxil olma şərtləridir. Hə. Müsəlmançılığın İslam'a və Allah'a təslim olma şərtləri isə 6-dır. Nədir 6? Nisa surəsi 136-cı ayət. Ey iman edənlər, Allah'a, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə və həmçinin Nisa surəsi səhv eləmirəmsə 228-də olmalıdır. Qəza və qədərin xeyrin və şərin onda sən saxta müsəlmansan. Allah'tan olduğuna iman. Onda sən saxta müsəlmansan. Mən elə əsl müsəlmanam sənin qarşında. Saxta müsəlmansan çünki Tövbə surəsinin ayətlərini icra eləmirsən. Niyə? Niyə? Tağuta itaət edirsən sən. Tağutun tərifini də görək. Tağuta itaət edirsən. Sənin qanunlarından icra olunur. Sənin qanunların keçərlidir Avropada. Sənin qanunların keçərlidir qardaşım Avropada. Közdə deyirəm bu dəqiqə sən. Maidə surəsində keçən ayətə görə İslam qanunları ilə hökm verməyən kafirdir. Sən kafirsən. Tağut nə deməkdir? Deyirəm sən kafirsən ya yox? Mən deyiləm, mən müsəlmanam. Kafir nə deməkdir? Kafir nə deməkdir? Allah'a, əhli kitaba, kitablara iman etməyən, peyğəmbərə iman etməyən, namazın qılmayan, orucun tutmayan, zəkatın verməyən. Düzdür? Bu elə sənsən da, sən indi özün dedin. Hə, mənəm. Mənlik sıxıntı yoxdur. Sıxıntı səndə başlayır. Çünki Avropada yaşayırsan. Nədir deyirəm, tağut nədir? Ay qardaş, Allahın hökmləri ilə. Nə deməkdir ki? Abi gözlə də səbirli ol. Allahın hökmləri ilə hökm verilməyən yer tağut sayılır sənə görə. Tağut nə deməkdir? Cavab. Deyirəm Allahın hökmlərinin keçərsiz olduğu yer tağutdur ya yox? Cavab ver deyəcəm. Allahın hökmlərinin keçərsiz olduğu yer. Tağut bu mu deməkdir? Tağut Allahın hökmlərinin keçmədiyi, kitab əhlinin icra eləmədiyi və Qurandan götürülən üsyankar bir anlayışdır. Nə deməkdir? Tağutun öz nə deməkdir? Üsyan düşüncəsi. Dəlil gətir gör, hardadır bu üsyan? Gəl hepsi bu dəqiqə sənə Google-dan götürüm verim. Google-yə da. Hə, hara gedər pəs? Hə, hara gedər? Hara gedər? Tağut, tuğyan edən, həddi aşan, həddi aşmaq, üsyan etmək. Mən nə deyirəm bəs? Üsyan etmək mənası bir düşüncəlidir. Həddi aşan və tuğyan etmək isə mənalıdır. Necə? Diqqət elə. Əla. Bir insan tuğyan edər, insanlara qarşı tağut olmaz.
bir insan tuğyan eder Allah'a karşı, o zaman o insan tağut olar. Necə ki, Əla. Tağut surəsinin 36-cı ayətində Əla. Allah subhanahu ve Əla. teala biz her ümmete Allah'a iman edip tağuttan çekindirsinler de bir Resul gönderdik. Necə ki Bakara surəsinin 256-cı ayetinde Allah subhanahu ve teala buyurmuştur ki hak batilini ayırır artık her kim Allah'a iman edip tağuttan uzak durarsa sarsılması imkanı var. Möhtəşəm. Tövbə surəsi 29-cu ayət oxu. Tövbə surəsi 29-cu ayət. Oxu. Oxu. Tağutu biz tağutu indi mən sənə Ha. öyrətdim. Tağutu indi mən sənə Mənə öyrətdin. Bəli, sən bilmirdin. İndi bir dənə sən şey də öyrətdin mənə. Avropada İslam qanunları keçərsiz olduğu halda sən necə orijinal müsəlman olursan? Kilsə səslərinin altında necə rahat-rahat yaşaya bilirsən? Niko, ne uzda qal. Tağutu öyrəndin də, kifayətdir bu sənə görə. İndi Ulan keçək bilir. Ha. Yo, gözlə. Tağut söhbət daşımısan. Ha, mən sənə yüzündən izləyicilərin eşidir də mənə, düzdürmü? İzləyicilərin eşidirmə. Kitab əhli, Tövbə surəsi 29-cu ayət. Kitab əhlindən Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Peyğəmbərin haram buyurduqlarının haram bilməyən və haqq dini İslamı qəbul etməyənlər zəlil vəziyyətinə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun. Amma sən kafir olmuş olursan İslam statusunda. Çünki Avropada oturmuşsan, heç kimlə də vuruşmursan, üstəlik tağut deyəcəklərin əmri altında və konstitusiyonun sistemi altında yaşayırsan. Bu da sənin orijinal müsəlmanlığın. Bəs ayət var ki, onlar sizlə vuruşmadıqca siz də onlarla vuruşmayın. Bu da sənin ayətindir də, mən dədəm yazıb bunu. Gəl. Ha. Ayət var ki, onlar sizlə Ha. vuruşmadıqca. Hansı ayət? Ayəti denə. Deyim. De. Tamam, gözlə. Ha. Tam da deyim Allah'ın izniyle. De. Gedib oturub Avropada kilsə səslərinin içində deyir mən müsəlmanam. Niyə deyib şəriə hökmlərində hökm verildiyi yerdə yaşamırsan sən? Soruşa bilərəm. Zahid, şəkərim deyirəm, niyə deyib şəriə hökmlərin idarə olunduğu şəri sistemdə yaşamırsan sən? Bakara surəsi, Bəqərə surəsi, ha. Bu günlər. Ha. Ekonomik sıxıntı varsa mən sənə Əfqanistana bilet ala bilərəm ha bu arada. Lazım değil elhamdülillah. Ekonomik sıkıntımız bizim Allah subhanahu ve teala. Yəni istəyirsənsə sən Əfqanistana bilet ala bilərəm. Bakara surəsi, Niko. Ha. Sənin özün bu qayda deyil. Qadir, mənim səsim zəif gəlir. Bir dəqiqə diqqət göstər. Səsim zəif gəlir. Qavaş ehtiyatlı ol, boksyordur. Boksyor nə əlaqə? Döyəsən mən Mücahid. Nə işim var ki səndə? Sağ ol deyin. Zəkat səviyyəsində var bu cəmaatın bəziləri. Nə alakası var? Biz elə deyil elhamdülillah. O boksyordur. Mən də kəşfiyyatçıyam, nə var? Qıraq bir-birimizi. Bax bunu istəyirsiniz siz. Bütün ateistlər atışıb bilet ala bilər. Mən tək başıma da ala bilərəm. Heç biri desin ki, mən getmək istəyirəm şəri hökmlərin yaşandığı yerə. Niko, Bakara surəsi 191 oxu ondan. Ha, İnək surəsi 191. Orada Bəqərəyə gəlmişkən bir iki dənə də buradan soruşa bilərəm də, deyilmi? Bakara surəsinin İnək surəsi oldu, onlardan gətirdim misal. Çünki elə yazıb da. Bakara nə demək? Ay qaqaşım, ay canım gözüm. Əl-Bəqərə, İnək surəsi. Bakara nə deməkdir? Nə bilim mən nə deməkdir? Bu sizin sorununuz. Nə bilim mən dədəm qoymayıb aralda. Bir dənə hədisdən ayətdən dəlil gətir ki, Bakara İnək surəsi. Qaqaş, mən yazmışam kitabı. Kim yazıb? Nə bilim mən kim yazıb? Ziya Bünyadov. Əlindəki kitabda məlumatın yoxdur, kim yazıb? Bəs götürmüşsən əlinə? Deyirəm Ziya Bünyadov. Ziya Bünyadov ha vaxt tərcümə eləyib, ha vaxt bilirsən, məlumatın var? Bilmək maraqlı deyil mən, o sizin məsələniz. Ziya Bünyadov tanıyırsan? Yox, görüşməmişəm. Rəhmətli olmuşdu mən böyüyənə qədər. Aysə. Ziya Bünyadov o kitabı pulla tərcümə edib, yoxsa pulsuz tərcümə edib? Pulla satıldığına görə pulla tərcümə edib dərhalda. Məlxəm Musayir, əlhamdülillah. Əsl Allah ondan razı olsun. Nə olur, Allah razı olsun mənə 3-4 dənə Quran ver də, niyə vermirsən? Havayı Quran kim verir mənə, qaqaş? Ümumiyyətlə sənin silah əsl sənin əlindəki. Bu arada sənə məlumat vereyim, bu bir dəfə alladıblar, gedib dəyişdirmişəm ha, yəni Quran da soxmuşdular mənə. Sözlərinə diqqət elə. Çünki mən burada sənin inancın. Təhqir nə əlaqə? Mən burada sənin inancın. Təhqir nə əlaqə? Çünki Bakara surəsinin İnək surəsi onu mənə sübut edə bilməzsən. Eləyə bilmərəm. Elə. Mən yazmışam umra.
Elə, o mənə Mən- lazım deyil. Mənim əlimdə də bu var. Niyə? Ərəbcəsini aç baxar. Neyiniyim qaqaş, bu sizin sorununuzdur, mənə nə? Ay anlayışsız. Ay cahil. Əlində olan, bax əsəbləşdirirsən, ona görə sakin ol. Quran-ı Kərim, bax Quran-ı Kərim ərəbcə olandır. Quran-ı Kərim ərəbcə olandır. Azərbaycan dili Bu dəqiqə, səbirli ol. Azərbaycan dili olan isə Quran-ı Kərim deyildir. Quran-ı Kərim mənaca tərcüməsidir. Hə, onda sən xeyr ola Azərbaycan dilinə Qurandan bax, bir dəqiqə. Bakara surəsi, bir dəqiqə gözlə, boş danışma, bir dəqiqə gözlə. Ekrana qoyuram. Görürsüz da. Ekrana qoyuram. Sən özür istədin bunu. Görsəl. Bu da sənə görsəl. Mövzuna bax qaydacaq Niko. Gözlə, qoy Bəqərə surəsi tapım sən. 55. Deyirəm, mövzuya nə zaman qaydacaq Əsəb 37-yə? Abi gözlə qaydacaq. Basıb bağlıysan orada bayaqdan. Gələ. Nədir bu? Nə yazdı bura? Haray Niko görmürük. Nəsə görmürsən? Nə yazdı bura? Nə yazdı? Bakara surəsi. Oxu. Bakara surəsi. Surə ismini 63-70-ci ayətlərdə keçən və Arabçada sığır inək. Nə deməkdir? Haray Niko, sən bunu sübut elədin? Hə. Hardan sübut elədin? Bu nə sübutdur? Nəsə orada sübut elədi? Ərəbcədə tərcüməsi budur da. Əsaslı bir dənə mənbə qoy ortaya. Wikipedia. Hala. Wikipedia əsaslı mənbədir ha kişi. Nədə əsaslı mənbə? Get mənbəyə qoymaya ki, sığır deyil, inək deyil. İnəyin olmadığına dair bir dənə mənbə get qoymaya. Belə də ki, iddia verirsən ki, deyil. Ha, bir dəqiqə gözlə, qışqır bağır salma. Get görüm. Bir dayan görüm kişi, bir dayan görüm. Get görüm. Ha. Ayət görüm Əsəb 37-yə. Ha, niyə? Datanı get görüm inək. Ha, bir dəqiqə gözlə görüm. Sən lafatkı ilə mal alırsan ki, bir gözlə görüm. Deyirəm ki, qaçmıram, qaydıram. Sən mənə de görüm, Bəqərə nə deməkdir? Əl-Bəqərə nə deməkdir? Mövzudan Bəqərə nə deməkdir? Bir şey danışmam dayı bundan artıq. Mövzudan bu mövzudan. Ay qaqaş, inək deyil deyə bir sübut qoy ortaya. Əsəb 37-yə Qaydacam. Bayaqdan da zaten sənə imkan verdim, getdim. Ay qaqaş, zəhmət olmasa, Bəqərənin inək olmadığına dair bir dəlil qoy. Əsəb 37-yə qayıt. Əsəb 37-yə. Qardaş, səsin var deyirəm. Sən bir də görüm, inək surəsi olmadığına dair dəlil ver. Səsim yenə mi zəif gəlir, qardaşlar? Yox, yaxşı gəlir, bomba kimi gəlir. İndi Əl-Bəqərə sözünün inək olmadığı, sığır olmadığı ilə bağlı dəlil qoy. Dəlili qoy. Bir dəqiqə, qoy nə deyirəm. Allah şahiddir. Mən o ayələrin hamısını bir-bir səni gətirərəm. Məsələ budur ki, qaqaş dəlili qoy ortaya. Necə ki sən bayaq mövzunu apardın, getdin başqa yerə, indi də aparmağa çalışırsan. Çünki dəlili qoy ortaya. Əsəb 37-dən qorxursan. Xahiş edirəm mövzunu. Açı dəlili qoy ortaya. Mən Əsəb 37-nin tətbiqinə boyun yoğunluq deyirəm, yorma söhbəti. Dəlili qoy ortaya. Sən indi Əsəb 37-dən qırağa çıxmıram. Çünki bayaq dəlili qoy ortaya. Bəqərədən mənə, Əl-Bəqərə surəsindən mənə dəlil gətirdin. Bəqərə neçə demişdin bayaq? Bayaq sənə imkan verdim kimi mövzunu dəyişdirdim. İndi imkan verməyəcəm. İmkan verirsən düş yayından. Əhzab surəsi 37. Dəlili gətir ya da düş. Əhzab 37. Niyə düş? Dəlili gətir ya da düş. 37-də kişi. Mövzu. Dəlili gətir. Dəlili gətir. Niyə qaçırsan mövzudan? Dəlili gətir. Əhzab 37 danışqınan. Dəlili gətir. Dəlili gətir. Peyğəmbər sallallahu aleyhi və səlləmin kişi dəlili gətir. Öz Peyğəmbər sallallahu ay qardaş, inək surəsinin adının inək olmadığına bayır. Dəlili gətir. Mənim mövzum. Fırlatma, dəlili gətir. İnək sənin mövzundur. İnək sənin mövzundur. Sən demədin ki, bir dəqiqə gözlə də. İnək sənin mövzundur. İnək mənim mövzum deyil. Mən açdım Əzab surəsi. Bəqərə surəsindən mən istat gətirdim. Mənim mövzum Əhzab 37. Bəqərə surəsini mən gətirdim. Əhzab 37-ci ayətdə. Qardaş, Bəqərə nümunəsini mən gətirdim yoxsa sən? Qardaş, bir dəqiqə. Hə. Bəqərənin adını mən çəkdim yoxsa sən? İndi sənin elə eləməyə çalışırsan ki, mən buradan bu canlıdan səsi atım və yaxud düşüm qaçım buradan. Amma elə bir şey görməyəcəksən. Umurumda belə deyil. Bax. Niko, vallahi səni bir normal bir adam bilirdim. Yəni bu nə hərəkətdir? Sən dəyərləndirə biləcək pozisyonda deyilsən. Deyirəm ki, Bəqərə surəsini sən açdın, mən açdım. Səni mən dəyərləndirmirəm, səni cəmiyyət dəyərləndirir hal-hazırda. Hə, mən cəmiyyət dəyərləndirir, sıxıntı yoxdur. Niyə bilirsən?
Çünkü mövzumuz Əhzab 37 idi. Mən buradan sənə Bəs niyə sən Əhzab 37 xaricində Bəqərənin adını çəkdin? Mən buradan sənə imkan Bəqərənin adını mən çəkdim yoxsa sən? Mən buradan sənə imkan verdim ki, çox qısa bir şeydə gedəsən tağuta falan. Eyvallah. İndi xahiş edirəm. Çox Dondun. Çox artıq dərəcədə xahiş edirəm. Mücahid. Çox artıq dərəcədə. İki kəlməli sual. Qayıdıram. Niko. Dinləyirsən ya yox? Bilirsən? Ay kişi, dinləmirəm çünki mövzuya qayıtmır. Dinləmirsən nəyə gəlmirsən Əhzab bura? 37-dən Nəyə gəlmirsən bura? çünki sən Əhzab 37-dən danışmırsan. Əhzab 37-dən danışırsan. Ay kişi, Əhzab 37-dən danışıram. Ay kişi, qorxursan da, qaçırsan vallahi Əhzab 37-dən danışmağa. Bəqərənin adını mən çəkdim, sən çəkdin. Peyğəmbər sallallahu aleyhi və səlləm Əhzab 37-ci ayətə görə əgər Zeynəbdə gözü var idisə, məsələ budur ki, Zeynəb Peyğəmbərin nə idi bilirsən? Gəlini. Bundan öncə nə idi? Nədən öncə? Gəlin olmamışdan öncə nə idi? Bir tək görüm nə idi? Bilirsən mi Niko? Yox. Bax, ay sağ ol, belə mövzu üzərində danışır. İki kəlmə deyil. Diqqət elə. Peyğəmbər sallallahu aleyhi və səlləm Səsini bağlamağa məcbur qoymamaya, saygısızlıq eləmə, bir gözlə. Sənin özün saygısızlıq eləyəcəksən çünki mövzudan qaçırsan. Onda mən mikrofonu bağlayım, sənə qədər danış. Bağlayayım mikrofonu. Sən qaçırsan mövzudan. Mikrofonumu bağlayayım. Əhzab 37-dən danış. Qaç onu. Bəqərənin adını mən çəkdim ki. Qaç onu. Bəqərə surəsinin inək, minək bu şeylərin hamısını sən gətirdin qoydun ortaya. Mən gətirdim Bəqərə surəsini. Bundan öncə tağut məsələsini. Nə boş danışan adam imişsən sən. Bundan öncə tağut məsələsini sən get. Mən bir dəfə olsun mövzunu mən dəyişmişəm. Sən artıq 3-4 dəfə mövzunu dəyişmişsən. Çünki qaçırsan mövzudan. Davam edin. Əhzab surəsinin 37-ci ayətində Peyğəmbər sallallahu aleyhi və səlləmin öncədən bu gəlini Zeynəb gəlini olmamışdan öncə, Zeydin zövcəsi olmamışdan öncə Zeynəb ibn Cəhş Peyğəmbər sallallahu aleyhi və səlləmin nə idi? Bibisi qızı. Nə? Bibisi qızı. Tamam. Bibisi qızı idi, düzdür? Məsələ budur ki, əgər Peyğəmbərin, bax belə sakit danışaq xahiş edirəm. Əgər Peyğəmbər sallallahu aleyhi və səlləmin bunu mənə bir şey qeyd edeyim, çox üzr istəyirəm. Burada mən səni alt eləməyə çalışmıram və yaxud sən məni alt eləməyə çalışmıram, onu bilmirəm. Mən burada bunu danışıram ki, cəmiyyət aydın olsun ki, siz cahilsiniz bu məsələdə. Əgər bir şəxsin bir qadında göz var idisə, ki məsələ budur ki, bu qadın Peyğəmbərin öz bibisi qızı olur və hətta aralarında təxminən 20 yaş olur. Zeynəb evlənmədən öncə Peyğəmbər Zeynəbi görür, Zeynəbi tanıyır və sonra hətta onun bibisi qızı olur, hətta onun uşaqlığına da şahid olur, hətta onun təsəttürdən öncə də onun necə deyək, gözəl olmasına da şahid olur. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin əgər Zeynəbdə gözü var idisə, nəyə görə onu Zeydlə evləndirdi, sonra Zeyd boşanandan sonra onu öz evləndi. Elə Zeydlə evləndirmədən öncə onda ayətlərin yalandır da. Öz bibisi qızı idi da, Onda ayətin fulflot da. Bir dəqiqə də Peyğəmbər sallallahu aleyhi və səlləmin elə Zeynəb Peyğəmbərin öz bibisi qızı idi. Zeydlə evlənmədən öncə Peyğəmbərin əgər onda gözü var idisə, Zeydlə evləndirməzdi, elə özü evlənərdi da. Onda ayətlərin fulflotda dostum. Bu birinci argument. İkinci argument budur. Quranı inkar edirsən sən. İnkar eləmirəm. İkinci argument budur ki, Peyğəmbərin sallallahu aleyhi və səlləmin əgər öz bibisi qızında, həmin o bibisi qızı Zeydlə evlənəndən sonra əgər Demək ayətləri bu inkar edirsən. İnkar eləmirəm. Əhzab 37-də buyurur ki, Peyğəmbər Zeydə dedi. Əhzab 37-ni burada bir dənə də təkrar oxu da təzə gələn izləyicimiz var, bilmək istəyirlər. Olar. Bismillahirrahmanirrahim. Bir zaman Allah'ın nemət verdiyi və sənin özünün nemət verdiyin kəsə Zeyd ibn Harisəyə zövcəni yanında saxla, Allah'tan qorx deyirdin. Allah'ın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun məhz Allah'tır. Zeyd zövcəsini boşadıqda, səni onunla evləndirdiyi oğulluqları, övrətlərini boşadıqları zaman o qadınlarla evlənməkdə möminlərə heç bir sıxıntı olmasın. Allah'ın əmri mütləq yerinə yetəcəkdir. Əgər icazə versən, yəni tələb eləyirəm ki, verəsən, 5 dəqiqə mən bu ayəti təfsir eləyim. Bayaq eləyirsən, 2 saat eləyirsən də. Sən dinləmirdin. Bu arada Qurtubi adı qəbul eləyirsən sən, Qurtubi.
Bəli, elədi, əgər səhih Hə, rəvayətdən Qurtubiyə görə səhih rəvayətlərdə deyirlər ki, Peyğəmbər Zeynəbi lüt görüb hamamda. o uydurmadır tamamilə. Səhih. Hə, uydurmadır. Bəs Vallahi gizli qalan his nədir? meydan oxuyuram. Kulli bu təfsiri gətirib müsəlmanların qabağına qoyana meydan oxuyuram. Bir dənə rəvayətlə, bir dənə yolla, bir dənə zincirlə səhihini isbat eləsinlər. İndi təfsir oxu. Bir dənə yolla Təfsir oxu. Oxu təfsir. Təfsir oxu. Təfsir sən gətirmisən, oxu görək. Mən? Sən dedin də. İlahiyyatçı olansan sən mən. Sən gətirdin o məlumat, indi Qurtubinin o məlumatı məndə yoxdur. Hal-hazırda indi əlimdə yoxdur. Axtarsan 1-5-10 dəqiqə vaxt çəkəcək. Səndə varsa sən gətirdin. Əlbəttə. Səbir ol. Sonra əgər olarsa Təfsir Qurtubi. mən istəyirəm bu ayəti təfsir eləyəm bir 5 dəqiqə sonra icazə versən. Nəyi təfsir etmək istəyirsən? Ayəti istəyirəm başdan ayağa dinləyəsən 5 dəqiqə təfsir eləyim. Başdan ayağa dinləyim. Onu oxu bir dənə də dinləyək. Yox. Sən dinləmirdin axı, sözümüzü kəsirdin, məsələ qarşıdı başqa yerə. Əl-Əhzab surəsinin 37-ci ayətinin elə başından sonuna kimi 37-nin özünü istəyirəm təfsir eləyəm, əgər icazə versən. Hə, o şeyi də təfsir elə də, qəlbində nəyi gizli saxlayırdı, onu da təfsir elə. Vallahi deyirəm, bir ayət üzərindən keçməyəcəm. Söz verirəm, bir ayət üzərindən keçməyəcəm. Əla, əla. Başlayayım mı? Hə. Dinləyəsən ama sözümü kəsmə. Anlaşdıq? Əlbəttə. Xoşuma gəlir hətta. Buyur. Lap gözəl, lap gözəl. Bismillah, elhamdülillah və salatu və selamu alə Rasulillah. Məsələ budur ki, Allah subhanahu və teala Əhzab surəsinin 37-ci ayətində deyir ki, bir zaman Allahın nemət verdiyi və sənin özün nemət verdiyin kəsə. Burada Zeyd ibn Hərisədən bəhs olunur ki, Zeyd ibn Hərisəyi Peyğəmbər sallallahu aleyhi və səlləm övladlıq götürüb və onu öz himayəsinə alanda və onu yedirib, içirib böyüdəndə bu ayda keçdiyi kimi Peyğəmbər Zeyd nemət vermiş oldu. Yəni öz nemətindən, öz ruzisindən Zeydə də vermiş oldu və beləcə ayətin 1-ci ayəsində keçən Allahın nemət verdiyi və sənə də nemət verdiyin. Burada Allah Zeydə o neməti vermişdi ki, Zeyd Peyğəmbərin oğulluğu olmuşdu. Peyğəmbərin Zeydə verdiyi nemət də odur ki, Peyğəmbər Zeydi özünə övladlıq götürmüşdü. Keçirik 2-ci ayətə. Allah subhanahu və teala buyurur ki, zövcəni yanında saxla, Allahdan qorx deyirdim. Görsən bir-bir gedirəm. Zeyd ibn Hərisə radiyallahu anhu öz zövcəsi ilə anlaşanmır. Normal dolayısı yollarla bu normal bir şey anlaşanmır və gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, mən zövcəmi boşamaq istəyirəm. Peyğəmbər sallallahu aleyhi və səlləm də Əhzab surəsinin 2-ci ayətində keçən kimi deyir ki, zövcəni qorx yanında saxla. Məsələ budur ki, burada sən ötürdün axı. Nəyi ötürdün? Ürəyində gizli saxladığı nə idi? Burada zövcəni yanında saxla, Allahdan qorx bu 2-ci ayətdir. Ürəyində gizli saxla. saxla. Nəyin 2-ci ayətidir? 37-nin bir tamamıdır. 37 ayətdə, 37 ayətdə. Bir zaman nemət verdiyi 1, zövcəni yanında saxla 2, Allahın aşkar edəcəyi 3 və belə davam edir. O məlumatı yoxdursa bildirir. Tamam. Ayətin içində ayət var. Ayətin içi bax belə sırayla gedir. Ayət 1 Sən gizli, ürəyində gizli saxladığı məsələsini niyə ötürdün bəs? Axı ötürmədim. O zövcəni yanında təkrar denən onda nə ürəyində nəyi saxlayırdı? Ay kişi, deyirəm ki, ürəyində nəyi saxladığı məsələsi zövcəni yanında saxla sözündən sonra gəlir. Ondan öncə gəlmir. Oxu. Oxuyum? Hə. Bu dəqiqə. Bir dəqiqə üzr istəyirəm. Söz vermişdin ha, dinləyəcəksən mən amma yenə sözünü tutmadın. Tamam olsun. Bunu oxuyandan sonra sözünü bu günlə mənim dinləginlə sonuna kimi. Ancaq mən səni dinləyim yəni, eləmi? Söz vermişdin, tutmalısan sözünü. Dinlədim də, sən də təfsir elədin də. Sən Malalıya təfsir elədin də. Mən malaladığımı ayət təfsir edəndən sonra görəcəksən. Sən söz verdin ki, mən 37-yi başdan sonra təfsir edəcəm, sən dinləyəcəksən, amma sözünü tutmadın. Başdan sonra təfsir eləmədin axı. Çünki izin vermədin, dinləmədin. Sözümü kəsdin. Nəyi? Sözümü kəsdin, nə nəyi? Çünki ötürdün axı. Ötürmədim, ox görə yaxsa 37-yi.
Yaxşı oxuyum. Xatırla ki bir zaman Allah'ın nemət verdiyi və sənin özünün nemət verdiyin şəxsə zövcəni saxla. Allah'tan qorx deyirdin. Allah'ın aşkar etdiyi şeyi ürəyində gizli saxlayır. Tamam. Ürəyində gizli saxlayırdın sözü Allah'tan qorx sözündən öncə mi gəldi, sonra mı gəldi? Sonra. Bəs niyə deyirsən ki, Mücahid sən ötürdün? Mən də soruşuram da Allah'tan gizlədiyi şey nə idi? Onu dedi sənə. İndi də getir tamam deyən. Sıra gedir. Orada gələcəm. O üçüncü məsələdir. Hələ ikinci məsələ deyəm. Birincini izah elədim, indi ikincidəyəm. Allah Subhanahu və Teala burada buyurur ki, zövcəni yanında saxla, Allah'tan qorx deyirdi. Bəli. Məsələ budur ki, Zeyd bin Harisə Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlir və deyir ki, mən zövcəni boşamaq istəyirəm. Peyğəmbər sallallahu aleyhi və səlləm də deyir ki, zövcəni yanında saxla, Allah'tan qorx. Burada siz kulli ateistlərin bu ayət məsələsində səhv anladığınız budur ki, əgər Peyğəmbərin sallallahu aleyhi və səlləmin Zeynəbdə gözü olsaydı, nəyə görə bu ayətdəki kimi deyir ki, nəyə görə deyir ki, zövcəni boşama, yanında saxla. Əgər gözü olsaydı deyərdi ki, bəli, zövcəni boşa ginən, sən onunla anlaşa bilməyəcəksən, sən onu boşa ginən, sən daha yaşlarını layiq edirsən. Tamamlayaq ev söhbəti. Gedir. Mən oğulluğumun arvadını ala bilərəm. Peyğəmbər sallallahu Şəkərim, yorma mən, oğulluğumun arvadını ala bilərəm. Sözündə niyə durmursan? Nə sözümdə? Təfsir elədin. Öz ağlı o gələn kimi. Qaynaqsız. Qaynaqsız. Nə sərf eləmir? Deyirəm oğulluğumun arvadını ala bilərəm ya yox? Boşadığı arvadı. Üçü kimin sözündə dur yine? Gözlə. Deyirəm oğulluğumun arvadını ala bilərəm ya yox? Təfsirimi axıra kimi dinləyin. Dinlədikdə bitdi də. Nə bilirsən? Polnu qaçırsan ha indi. Hara qaçıram? Sus dinlə, söz vermişsin. Kişi kimi dur yine sözündə. Dinləyicilərinə hörmətin olsun. Kimə dedin? Dinləyicilərinə hörmətin olsun. Çünki dinləyicilərimə hörmətim var. Hörmətin olsaydı dinləyicilərinə... Sayğı kurallarını 3-cü dəfədə keçirsən. 4-cü dəfə çox anormal bir söz deyib yollayacamsa. Anladın? Dinləyicilərdən... Saygısızlıq eləmə. Deyirəm ki, oğulluğunun arvadını almaq normal deyə yox. Bunu denən mövzunu bitirək. Dinləyicilərinin qabağında 2 dəfə söz verdin, ikisindən də döndün. Bu necə hörmət qurmaq dinləyicilərə? Dinləyin. Ahzab surəsinin... Bir dəqiqə deyəni, ay qaqaş, bir dəqiqə deyəni, ədəbin, əxlaqın, mərifətin qanacağın olsun. Ahzab surəsinin... Deyirəm, mərifətin qanacağın olsun. Açma, sus dinlə, söz verin. Deyirəm, mərifətin qanacağın olsun. Söz vermişsən, mənim haqqım. Deyirəm, mərifətin qanacağın olsun. Mənim haqqım. 3-cü dəfə başqa söz deyəcəm sənə. Kimi dur sözündə. 3-cü dəfə ağır girəcəm söhbətə, xoşuma gəlməyəcək. Deyirəm ki, oğulluğun arvadını almaq olar yoxsa yox? Bu sualı... Önce sözünü tut, məni dinlə, sonra... Sözü tut, ağzına gələn oxuyub söyləyirsən. Danışırsan orada təfsir, ürəyində gizli saxlama belə gəldi, filan şey belə gəldi. Ədəbin mərifətin olsun da. Mən ikinci məsələ deyəm, dinlə. 500-500 nəfər izləyicim var, bilirsən orada da cəmaatlı yola verirsiniz. Yola vermə, əlhəmdülillah. Yola verirsən, bəli, konkret denən ki, oğulluğun arvadını almaq icazəlidir İslam şəriətinə görə, bitti getdi. Niyə sözündə durmursan? Hə, yaxşı, biraz da pülə cəmaat görsün, sonra bıraxaram. Yaxşı, sənə görə pül əməkdir, deyil mi? Hə, yaxşı. Əgər mənim danışmağım sənə görə pül əməkdirsə, sən sus ki, qoy mən pülüm ki, cəmat... Yaxşı pülə. Yaxşı pülə. Bu sənin işinə gəlmir? Tamam, pülə. Həla. Eyni şəkildə, qardaşlar, bax, Ahzab surəsinin 37-ci ayətində Allah subhanahu və teala buyurur ki, Zeyd deyirdi ki, zövcənin yanında saxla, Allah'tan qorx. Peyğəmbər sallallahu aleyhi və səlləm əgər Zeynəbdə Zeydin öz qadınında gözü olsaydı, bu ayətdəki kim deməzdi ki, ey Zeyd, nə danışırsan? Zeynəbi yanında saxla, Allah'tan qorx, yəni onu boşama. Bu dəlildir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin Zeynəbdə gözü yox idi. Əgər gözü olsaydı, deyərdi ki, ey Zeyd, boşa getsin, sən daha yaxşılarına layiqsən, bu səni hak etmir. Zeyd də boşayardı, sonra Peyğəmbər sallallahu aleyhi və səlləm özü evinlərdi. Bu ikinci məsələ. Qaldı ki, üçüncü məsələ budur ki, üçüncü məsələdə Allah subhanahu və teala deyir ki, Allah'ın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Peyğəmbər sallallahu aleyhi və səlləmə Allah subhanahu və teala bu hadisədən öncə Peyğəmbər sallallahu aleyhi və səlləmə bildirmişdi ki, Zeyd zövcəsini boşayacaq və səni də Zeynəblə evləndirəcəyik. Bu nəyə görə olur ümumiyyətlə bu şey? Allah nəyə görə bunu evləndirir? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm insanlığa bir nümunədir. Zeyd də onun ailə nümunəsi olduğuna görə, Zeynəb də bibi qızılda olduğuna görə
cəmiyyətə nümunə olan, cəmiyyətə örnək olmaq, cəmiyyətin etmək istədiyi bir şeyi birinci nümunənin özü edər, ondan sonra cəmiyyətə bunu edin deyə tələb edər. Əks halda əgər Peyğəmbər sallallahu aleyhi ve sellem birbaşa gedib desəydi ki, sən öz övladlığının qadını ilə evlən, adamlar deyərdi ki, nə danışırsan? Birinci sən götür özün evlən gedin. Həmin dövrdə cahilliyi dövründə dul qadınlara nəyi var? Pis baxırdılar. Hətta onları zinət əşyalarından eşiyə edirlər. Hətta dul qadınlar hətta cəmiyyətdən kənarda qalırdı. Onlarla evlənmirdilər. Biri dul olaraq boşanandan sonra ona pis baxırdılar. Peyğəmbər sallallahu aleyhi ve sellemin vasitəsilə Allah subhanahu ve teala bu şeyi ona göre etti ki birbaşa nümunənin üzərindən göstersin ki dul qadınlara İslam hörmət qoymalıdır. Dul qadının... Qaynaq. Nəyin qaynağı? Dediklərimin qaynağı. Tamam, yaxşı. Yenə kəs. Oxuyum qaynağı. Yox, məndə var qaynaq, sən rahat. Niyə mən oxuya bilmərəm? Kəsirsin axı sözümü. Ha, sən başqa danışmaq istəyirsən ancaq. Yox, mən qaynaq demədim. Qaynaq. Və qaynağı hərfi-hərfiyinə oxu. Qaynaq deyirəm sənə bir dinləyinə. 3 sözümü 3 dəfə kəsdim. Xüsusilə Qurtubidən zəhmət olmasa. Qurtubi neçənci? Bilmirəm, bilmək istəmirəm. Zəhmət olmasa qaynaq. Bəs niyə məhz Qurtubi? Qaynaq qaqaş, hardan götürürsən bu hekayəni? Niyə məhz Qurtubi? Niyə məhz Qurtubi? Səhih qəbul edirsən. Tam olaraq yox, bütünlüklə yox. Ha, bütünlüklə. Sərf eləyəndə qəbul edirsən. İmam Qurtubinin öz kitabında zəif rəvayətlər də olur, səhih rəvayətlər də olur. İndi Əzab 37-ni Qurtubidən qaynaqlandır. Niyə məhz Qurtubi? Çünki səhih qəbul edirsən. Niyə məhz Buxari yox? Nəyi səhih? Qurtubini səhih qəbul edirsən ya yox? Qurtubini Əhl-i Sünnə vəl Cəma bütünlüklə səhih hesab etmir. Bütünlüklə səhih. Buxarinin tamamını səhih qəbul edirsən. İndi sən məlumat istədin, mən sənə məlumat verirəm. Yox, qaynaq. Qaynaq verirəm də, məlumat. Qurtubi. Məlumat. Niyə məhz Qurtubi? Mən başqasından verirəm. Çünki səhih qəbul edirəm dedin. Mən dedim axı səhifdir. Buxarinin tamamını səhih qəbul edirsən. Niko. Ay qaqaş, bayaqdan danışırsan, mən də dinləyirəm. Yenə dinləyəcəm. Qaynağı ver. Bir dəqiqə, buna nəsə gəldi? Ya səhih Buxaridən ya da Qurtubidən qaynaq ver. Və ya da ikisini də birdən səhih qəbul edirəm. Denən ki, oradan davam edək. Qurtubinin həmin o kitabı ki var. Hansı kitabını dersən Qurtubinin? Qurtubidən qaynaq ver, qaqaş. Niyə məhz Qurtubi? Yaxşı, Buxaridən ver. Niyə məhz Buxari? O qədər tanış. Hansını səhih qəbul edir? Şeyx Qumini qaynaq qəbul edirsən? Şeyx Qumi? Ha. Yox. Bunu qəbul edirsən? Şeyx Abbas Qumi? Yox. Kimi qəbul edirsən? İbn Hişamı. Hə, Qurtubini qəbul eləmirsən? İbn Hişam tarix məsələsində bir nömrəli alimlərdəndir. Qurtubini qəbul edirsən ya yox? İbn Hişamın bayaqdan bu dediyim məlumatlarının hamısı qaqaş İbn Hişamın Siriyasında var. Deyirəm Qurtubini qəbul edirsən ya yox? Bax. Sənə deyirəm ki, nə? Peyğəmbər sallallahu aleyhi ve sellemin həyatı müəllif İbn Hişam. İbn Hişamın Siriyasında bu dediyim bütün sözlərin hamısı... Ay qaqaş, Qurtubini qəbul edirsən ya yox? Mən ümumiyyətlə İslam aləminin... Buxarini qəbul edirsən? İslam aləminin tarix məsələsində və Peyğəmbər sallallahu aleyhi ve sellemin həyatı məsələsində yeganə ən möhkəm qəbul etdiyi mənbə İbn Hişamın Siriyasıdır ki... Buxarini qəbul edirsən ya yox? Yana kişi, sən məndən mənim dediklərimin mənbəyini istədin. Mən də... Oxuyub sən mənbələrimi. Mən də sənə mənbə verdim. Oxuyub sən mənbələrimi. Yox, sən söz vermişsin, indi mən yenə aidəyəm. Deyirəm, iki qaynaqdan, Qurtubi və Buxaridən doğrula bayaq danışdıqları var. İbn Hişamdan verdim, əlhamdülillah. Deyirəm ki, Qurtubini qəbul edirsən ya yox? Ahzab surəsində Allah subhanahu və teala necə ki buyurur ki, halbuki insanlar... Buxari səhih deyə yox. İnsanlardan deyir, bayaqdan onu danışmışıq. Mücahid, Buxari səhih deyə yox. Allah subhanahu və teala deyir... Mücahid, Buxari səhih deyir. Allahın aşkar edəcəyi şey... Mücahid, Buxari səhih deyə yox. Allahın aşkar edəcəyi şey... Mücahid, Buxari səhih deyə yox. Zəhmət olmasa Buxaridən ver qaynağı. Səid Buxari, dinlə, getirəm. Zəhmət olmasa Buxaridən ver. Mən İbn Şamdan gətirim, o da səhihdir. Buxaridən gətir. İbn Şam səhihdir. Mən Buxari xoşuma gəlir, Buxaridən gətir. Səhihdir demədin. Səhihdir demədin.
Demədin səhihdir. Ay qaqaş, səhihdir dedin ya yox. İbn Hişam da səhihdir. Mən o xoşuma gəlmir, buradan oxu. Necə yəni xoşuma gəlmir? Xoşuma gəlmir, o bir tərəfdən oxu. Kökümüzsən, xəbərin yoxdur, çökümüzsən, bilmirsən nə edəsən. Şəkərim, Buxaridən gətirdə zəhmət olmaz. Buxarinin səhih rəvayətləri hansı şərtlər üzrə qurulur? Umurumda belə deyil. Buxaridən qaynaq gətir. Umurunda olmadığı bir kitabdan bir mənbə sən necə Ay qaqaş, özün istədin ki, səhihdir. İbn Hişam da səhihdir. Oradan oxudun. Bəli, İbn Hişamda bu dediyi. İndi Buxaridən oxu bir dənə zəhmət olmasa. Mən İbn Hişamdan oxuyuram ay kişi. Buxarini qəbul eləmirsən? Mən İbn Hişamdan oxuyuram. Buxarini qəbul eləyirsən? Eləyirəm, mən İbn Hişamdan oxudum. Zəhmət olmasa oradan da bir dənə oxu. Nə oxuyum? Bu Əzab 37-nin tərifini, təfsirini. İbn Hişam tarix kitablarında yeganə ən möhkəm kitablardan biridir. Ay qaqaş, Hişam tanımıram, mən İbn Qurtubidən oxu. Qurtubi. Hə, oxumuşam, hə. Buxari neçənci ildə yaz bu kitabı? Bilmirəm, deyirəm ki, oxumuşam. Sən mənə bir dənə oradan stat gətir, məsələni bağlayaq. Buxari nə demək? Ya denən ki, səhihdir, ya da denən ki, qoz qoymuram Buxariyə. Buxari nə deməkdir? Qaqaş, Buxari şəhərin adıdır, necə nə deməkdir? Buxaridən. Əsl adı. Buxari, açına dəxli var, bu Fırat bacına, Buxaridən gətir. Statı gətir. Təfsiri Buxaridən gətir. Buxarinin neçənci ildə yazıldığını bilmirsən. Ay qaqaş, sən bilirsən. Necə? Sən bilirsən. Bəli. Buxari. Bəli, bilir. 2. Buxarinin səhih qəbul edirsən. Həqiqət elə də Buxarinin rəvayət zəncirləri haqqında məlumatın da yoxdur. Buxarini ümumiyyətlə tanımırsan, amma tanımadığın bir adamdan kitab mənbə qəbul edirsən. Qaqaş, Buxarini qəbul edirsən ya yoxsan? Bəli, Buxarini qəbul edirəm. Zəhmət olmasa oxu. Ay kişi, İbn Hişam tarix. Ay qaqaş, oxu. Ay insan. İbn Hişamın siriyası səhihdir deyirəm. Buxari səhihdir ya yox? Buxari da səhihdir, İbn Hişam da səhihdir. İndi Buxaridən oxu zəhmət olmasa. Niyə mən Buxaridən oxudum? İbn Hişamdan oxudum. Sən İbn Hişamı niyə qəbul eləmirsən? Buxaridən oxu zəhmət olmasa. Niyə məhz Buxari? Çünki Buxariyə mən etibar edirəm, o birisinə etibar eləmirəm. Buxaridən oxu. Buxarinin etibarlıq dərəcəsinin şərtləri hansılardır? Bilmirəm. Mənə bir dənə Buxaridən oxu. Bilməyə də məcbur deyiləm. Oxu bir dənə. Əgər bilmirsən, necə etibar edirsən? Oxu qaqaş bir dənə Buxaridən qaynağı. Qurtubidən oxu, Buxaridən oxu. Ya oxu ya da söhbəti bağlayırıq. Qurtubinin həmin səhih qəbul eləyirsən ya yox? Qurtubinin o kitabı neçə ciltdir? Ay qaqaş, Qurtubini qəbul eləyirsən? Qurtubi hansı dövrdə yaşayıb? Səhih qəbul eləyirsən ya yox? Qurtubinin ümumiyyətlə bütün hər bir şeyini şəkərim, deyirəm ki, Qurtubini və Qurtubinin bütün kapasiten buydu. Qurtubinin gətirdiyi bütün kapasiten buydu şəkərim. Nəyi? Bütün kapasiten buydu. Ortada görünür hər şey. Mənbə tələb edirsən. Səhihdir Buxari. Mənbə tələb edirsən, mənbə haqqında ümumiyyətlə məlumatın yoxdur. Ümumiyyətlə məlumatın. Buxari səhihdir ya yox? Necə? Buxari səhihdir ya yox? Buxari səhihdir, bəli. İndi o səhih Buxaridən bir dənə qaynaq ver, sənə razılaşaq. Ay kişi, bax tarix məsələsində. Bax səhih Buxaridən qaynaq ver, iman etmə ehtimalımı düşünərəm. Tarix məsələsində İbn Hişam ən səhihlərdəndir. Ay qaqaş. Ay kişi. Buxari səhihdir ya yox? Buxari səhihdir. Zəhmət olmasa qaynaq ver. Tamam, yaxşı. Gətirəcəm. Bir şərtlə. Ha. Buxarinin rəvayətlərinin zəncirvari olmasının şərtlərini sayğınə. Niyə? Bəs niyə Buxardan istəyirsən? Çünki Buxaridən xoşum gəlir. Adından xoşum gəldi, oradan gətir. Buxarinin əsl adı nədir? Ay qaqaş, adından ilə Buxari adından xoşum gəldi. Zəhmət olmasa oradan gətir. Buxara harda yerləşir? Orta Asiyada. Orta Asiyada. Hal-hazırda orada insanlar yaşayır mı? Təbii ki, yaşayır. İmam Buxari orada neçənci əsrdə olur? Ay qaqaş, Buxarini qəbul edirsən? Məlumatın yoxdur ümumiyyət adam haqqında. Adam haqqında məlumatın yoxdur. İbn Hişamın siriyası başdan ayağa bu şeyi izah eləyir. Mənbə tələb edədin, mən də sənə mənbə gətirdim. Abi, zaten özün qəbul edirsən. Ay kişi, sən özün qəbul eləmişsən. Məsələ budur ki, Səhih Buxarinin kitab Ət-Təfsir məsələsində Ət-Təfsir babı var, Ət-Təfsir kitabı. O kitabın bütünlüklə, o kitab bütünlüklə məndə yoxdur. Məndə olan mənbə və ümumiyyətlə əminəm ki, səsimi qayd eləsinlər. Tam əminlik. Eləyirlər qaqa, eləyirlər. Eləsinlər, tam əminliklə deyək ki, ümumilə həm əhl-i sünnədə, həm də əhl-i şiyədə İbn Hişamın siriyası qəbul olunan
ən belə möhkəm Siriyalardan, yəni ən Şekerim. Siriya zat başım bırakayım onu. Mən Buxarıdan, Kurtubidən, ay kişi. stat gətir. Bax, diqqət elə, diqqət elə. Oxumuraq qardaş. Sənin indiyə kimi danışdığın bəzi müsəlmanlar ancaq Buxari, nə bilim Abbas Qummi bunları deyiblər. Tarixin əsas mənbələrini bilmirlər, onları sənin yanında deməyiblər deyə sənin ağlında o qalıb. Şekerim, get mənə Buxaridən Əzab 37-nin təfsirini gətir. Yox, şəkərim nədir? Xitab nöqtəsidir. Hə? Nə deyim, palçıq deyim. Yox, adımı da yine. Mən gözüm Niko deyirəm də burada. Mən şekerim xitab şəkildə o, nə dəxli? Allahu akbar. Yəni Söz deyirəmsə. Şəkərim, dozum, bu nədir Allah, yekə olan. Sözdür. Mən xoşlamıram. Sən mənə acı bibərim deyə bilərsən, sıxıntı yoxdur. Acı yox, bir ağzı billah indi burada. Nəysə. Bax Niko, ət təfsirində məsələ budur ki, yəni çox qısa, məndə hal-hazırda İmam Buxaridən qısa bir şey var. Onu oxuyacağam. Onu oxuyacağam. Kimdən? İmam Buxaridən? Buxaridən İsmail. İmamdır Buxari. Necə? İmam idi Buxari. Bəli. Enteresan. Davam elə. Niyə enteresan? Mən iteoloji məsələnizdir, denən görüm. Sən yol məsələ, o zaman sən qarışma yine. Deyirəm, o İslamın daxili məsələsidir. O zaman sənə görə, sən o sual mənə verməyin tam sənə absurd bir şeydir. Sənə görə maraqlı deyil. Niyə? Maraqlı da xoşuma gəlir. Hər xoşuna gələn məsələyə sən girirsən. Hə, girirəm. Sonra. Dedim axı, konseptdən kənara çıxma. Bayaqdan 54 dəfə çıxmışsan, sən özün. Niyə şekerim deyəndə? Tamam, bax bunu oxuyacağam. Səhih Buxaridən Əzab 37-nin təfsirini ver və qaynağın kodu ilə denən ki, mənim izləyicilərim də ona baxsın. Tamam, Buxaridən indi oxuyacağam. Və sonra... Kodu ilə denən, kodu ilə denən. Tamam, kodu ilə deyəcəm. Buxaridən də deyəcəm, kodu ilə də deyəcəm, tamam mı? Məsələ və budur. oxuyacaqsan. Hə, və oxuyacağam, tamam. Görsəm şərtləri qoyuram və oxuyacağam. Məsələ budur ki, bir məlumat verim sənə yox, ha, sən dinləməkdən istəyirsən, qoy buradakı 450 nəfər dinləsin. Siriya Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatını əhatə edir. Peyğəmbərin tarixinə, doğulandan ölümünə kimi buna Siriya deyilir. İbn Hişam adlı alim olub, İbn Hişamın Siriya adlı kitabı var. İbn Hişamın Siriyasında Peyğəmbər sallallahu aleyhi və səlləmin doğulandan ölümünə kimi bütün məlumatlar qeyd olunub. Ona görə bu günləri əhl-i sünnə olsun, istər əhl-i şiə olsun, tarixə əsasən gətirəndə İbn Hişamdan gətirməyi, yəni İbn Hişamın sirasından gətirməyi daha üstün hesab edirlər. Çünki ən qədimlərdən biri o olub. Mən də bu dediyim mənbələrin hamısını dedim ki, bu İbn Hişamda var. Bu dediyim bir mənbədir. Əgər sən İbn Hişamı qəbul eləmirsənsə, Buxariyi qəbul edirsənsə, hansı ki sən Buxarinin əsr adını bilmirsən, Buxari o kitabı neçənci ildə yazıb onu bilmirsən, Buxarinin rəvayətinin qəbul olma zəncirlərini, şərtlərini bilmirsən. Amma Qardaş, Kurtubi sənin üçün səhihdir. İmam Buxarinin Səhih Buxarinin kitab Ət-Təfsir, Əhzab surəsinin təfsiri hədisində nömrə 7420-də. Bir dənə tapın da onu hörmətli seç. Tapın. Buxari bu ayənin təfsiri. Bir də mənə dedin hə bir də. Səhih Buxari. Səhih Buxari. Kitab Ət-Təfsir. Ayaqdan Niko nə qədər söhbətdən qaçıb gördünüz. Hələ Ahzab 37-yi danışmamışıq qardaşlar. Hələ Ahzab 37-yi danışmamışıq. Qoymayıb çünki qaçır. Bilir axı məsələni. Ahzab 37-yi hələ danışmamışıq. Subhanallah. Ahzab 37-yi onun izləyicilərinə deyirəm ki, tələb eləyin. Mərd oğlan kimi tələb eləyin. Mən meydan oxuyuram Nikoya. Mərd oğlan kimi tələb eləyin ondan ki, 5 dəqiqə izin versin Ahzab 37-yi mən təfsir eləyim. Mən meydan oxuyuram. Onun izləyicilərini tələb edirəm ki, şərt qoyun Nikoya ki, 5 dəqiqə səbirləsin. Mən Ahzab 37-yi təfsir eləyim. Təfsir etdikdən sonra Liboy Ahzab 37 haqqında bütün suallarına cavab verəcəm. Mən də buradan öz izləyicilərim qabağında söz verirəm. Mən yoxkən nə deyirsən? İzləyicilərin eşitdi, sənə deyərlər. Mənə də deyəndə? Deyim, sənə baxdın. Üzümə deyəndə, üzümə. O, belə qıraqda durub, qorxan, bax səndən ay Niko. Deyirəm ki, Nikonun izləyicilərindən tələb edirəm, Nikodan tələb etsinlər ki, 5 dəqiqə izin ver mənə ki, amma sözümü kəsmədən, bayaqdan 3 dəfə söz verdin, 3-də də sözündən döndün.
Mən Ahzab 37 təfsir Abi bir dəqiqə deyək, nəyimdən döndüm? Sözündən döndün 3 dəfə. Sözündən dönmüşəmsə, sözündən dönmüş bir nəfrində sən xeyr ola? Sən dönmüşsən sözündən. Bəs sənin də xeyr ola? Sözündən dönən adam sənin həyatında nədir? Mənim həyatımda yaxşı çıxmır, yaxşı deyil. Onda sən özünə görə yaxşı çıxmırsan, yaxşı deyilsən. Sən sözündən dönən bir adam nefrindəsən, ha? Diqqət elə. Sahih Buxari kitab... Bir dəqiqə gözlə. Şəxsi konseptə saldın söhbəti. Sən saldın, mən salmadım. Mən yayını səsi mikrofonu bağlayıram, ağzıma gələn danışsan arxamca. Mən saldım, mən salmadım şəxsi konseptə. Yox, bəs plaska deyirsən bayaqda, nə qayırsan sən? Eləmirəm. Səni izləyicdə dedim, sənə dedim. Mənə dedim, nə deyirsən, bir dedinəm. Sənə deyirəm ki, kişi kimi sözünü... Nə buyursan ki, sən kişi kimi sözü kəsmişəm mən sən. 5 dəqiqə qoy. Doğub atarsan, nə adamın üstünə sən? 5 dəqiqə qoyursan, mən təfsir edirəm. Deyirəm, doğub atarsan, nə adamın üstünə? Yox, doğub atarsan, yox, yəni doğuz... Bax, yazırlar ki, orada qaçdı dedi. Qaçdı dedi. Niko, doğan sən olarsan. Qaçdı dedi. Doğan sən olarsan, Niko. Mən yox, əlhəmdülillah. Hə, əlhəmdülillah. Biz kişilər doğuzdururuq. Bəlkə sən doğulsan, onu bilmirəm. Çatar korpusun. Sənə aid olan şey mənə aid eləməklə. Çatar korpusun. Nəysə, diqqət elə. Monitor saqqalısı. Hə, davam elə. Monitor pələngisi. Hə, biraz da ağırlaşdırsam Ərəbatı deyəcəm. Davam eləsən. Niko. Kurtubiyə gir, Kurtubiyə. Meydan oxuyuram. Hə, Kurtubiyə gir, mən də meydan oxuyuram. Kurtubiyə gir. Sahih Buxari demədim, əksində Buxari yox. Onu da deyəcəm, Kurtubin də deyəcəm. Mən Buxari oxudum. Qardaş, doğ deyirəm, Kurtubin də istərəm, doğ deyirəm. Başqa bir şey demirəm. Yox, sən o səviyyən sən qoydun. Söhbətdən qaçdın. O səviyyən sən qoydun. Qaçdın, 3 dəfə sözündən qaçdın. Sən mənim yayınım səviyyəsində adam deyilsən, heç prosto davam elə. 3 dəfə sözündən qaçmışsan. Qardaş, Buxari. 3 dəfə sözündən qaçmışsan. Kişi orqanizasını Buxaridən davam elə. Sözündə durğun elə 3 dəfə. Niyə sözündə durmursan? Dinləyirəm, Buxari. Niyə sözündə durmadın 3 dəfə bayaq? Qardaş, Buxari və bir də Dalina Kurtubi. Kitab Ət-Təvsir, Əhzab surəsinin təfsiri, hədisin nömrəsi 7420. Oxu. Qəsdən eləyirsən ki, mən qaçım, amma görməyəcəm. Ay qardaş, oxu. Buxari bu ayənin nəyə qaçma? Qaç, rahat ol. Birazdan ustadlarsan, rahat ol. Sən atasan da eləyir mənə. Hə, ataram. Mən çox da vecimə də oxu görürəm. Çünki sənin mənə bu ay qardaş, oxu. Elmin çatışmır. Bilmirəm sən ermənisən nə, sən bu düşmənçiliyin hardan gəlir, oxu. Cahilsən, elmin çatışmır. Ay qardaş, oxu. 50 dəfə bayaqdan mövzunu dəyişmişsən. Kişi, mən meydan oxuyuram sənə, gəl danışaq da bu mövzunda qalsan. Nə Buxari kişi? Ay qardaş, Buxarini oxu, bir də Kurtubini oxu. Əhzab 37 gəl ki, mən meydan oxuyuram, gəl danışaq. Elmin çatır. Qaynaq. Çatır elmin. Qaynaq. Buxari bu ayənin təfsiri ilə əlaqədar deyir ki, Zeyd ibn Harisə Zeynəbi boşadıqdan sonra Allah Peyğəmbəri onu zövcə etdi. Bu övladlıqlarla evlənmənin halal olduğunu göstərmək üçündür. Yəni, övladlıqların zövcəsi ilə evlənməyin halal olduğunu göstərmək üçündür. Hadisənin əsl səbəbi ictimai qınaq qorxusu deyil, şəriət hökmünü icra etmək idi. Niyə? Çünki bu məsələdən öncə dul qadınlara pis baxırdılar, dul qadınlarla evlənmirdilər və Peyğəmbər sallallahu aleyhi və səlləm də bu şey... Qızım deyə bilərdi, mi Cahid? Sahiblənmək üçün. Necə? Qızım deyə bilərdi. İndi cavab verin məsələ. Almalıydı da mütləq, yatağa atmalıydı. Cavab verim indi məsələ. Yox, hələ yox. Mən sən izin verdim da, sən izin istədin. Qızım deyə bilməzdi. Deyə bilməzdi. Qızım deyə bilməzdi. Subut eləyim niyə? Ay ki, subut eləyim niyə? Sual verdin, cavab verin. Deyə bilməzdi. Subut eləyim niyə? Niyə? Çünki İslam dinində bibi qızı olsun, istər övladlığının evləndiyi qadın olsun, onu başı açıq görmək olmaz, o sənə naməhrəmdir. Naməhrəm bir qadına Peyğəmbərin qızım deməyi çox absurd bir məsələdir. Niyə? İzah elədim. Hə, şəriətə görə mütləq nicah olmalıdır, yataq olmalıdır, eləmi? Yox. İstər şəriətə görə olsun, ümumiyyətlə əxlaq anlayışına görə və İslam dininin anlayışına görə... Başa çıx görəndə nə olur ki? Pil qalxır. Anlamadım ki. Mən anlamıram, ibayət niyə beldən aşağı işdir? Çöktü, Allah şahiddir. Vallahi çöktü. Billahi deyirəm, çöktü. Özündəkini bildi. Vallahi, billahi ədalətli olun.
kişi kimi burada deyin. Ey şiələr, ey sünnələr. Niko çöktü vallahi birbaşa. Birbaşa çöktü. 3 dəfə sözümü dayandırdı. Qoymadı mən ayəti başdan ayağa danışam. Ayəti başdan ayağa izah. Ayəti mən başdan ayağa ona izah eləsəydim, vallahi deyirəm çökəcəkdi. Çöktü Niko. Hardan dedi, oradan vurdum. Bu ateist sizin elminiz deyil. Biz müsəlmanlarla danışasınız. İstər şiələrlə, istər sünnülərlə. Siz ateistlərin başı üçün deyil bizlə danışmaq. Vallahi şiə ilə sünnünün arasında olan məsələ şiə ilə sünnünün arasındadır. Sizin haqqınız yoxdur bizim aramıza girib bu məsələləri qarışdırasınız. Hər il. Biz yeri meydandayıq kişi. Meydan oxuyuruq, gəlin danışaq da. Qabağınıza çıxır cahil müsəlmanlar, ancaq Kurtubi deyənlər, Buxari deyənlər, başqa mənbə bilməyənlər, onların üstünə hücum eləyirsiniz, güya özünüz evlənmişsiniz. İndi qardaşlar, kişi kimi burada qalın, məni dinləyin. Mən Ahzab 37-yi təfsir eləyəcəm. Onun izləyicilərindən burada kimsə varsa dinləsin. Təfsirimdə bir dənə bu ayətə və İslama zid və xəta bir şey tapsanız, onu mənə deyin. Vallahi mən bir də TikTok açmayacağım. Kişi kimi çıxmayın yayından, bunu dinləyin. Ondan sonra, yəni bu ateistlərə, day bittiniz da, siz ateistlər bittiniz bundan sonra. Yəni Allah, mən day gedib rafizlərlə, şiələrlə danışası deyiləm. İndən bir də siz ateistlərə hücum edəcəm. Hər il. Beldən aşağı iş deyilmiş. Sözün olmayandı beldən aşağı iş deyil axı. Elminiz çatmır çünki. Elminiz çöktün birbaşa, oturdun yerində. Əl-Əhzab surəsinin 37-ci ayətində Allah subhanahu və teala buyurur ki, gözəl və dəyərli qardaşlarım, amma diqqətlə dinləyin. Xahiş edirəm və sözdən və canlı yayından çıxmayın kişi kimi. Çıxmayın, çordarıcı xahiş edirəm. Bunu dinləyin, sonra hərəkət edəyəm. Canlı yayından mən attım. Çünki ona görə attım ki, qardaşlar təhqirə keçirdi. Çünki artıq qoymur mən ona ayəni izah eləyəm. Ayəni izah eləməyi qoymur, sözümü kəsir. Gəh Kurtubi, gəh Buxari. Deyir, İmam Buxaridən dəlil gətir deyir. Deyirəm, Buxarinin əsl adı nədir? Deyir, bilmirəm. Deyirəm, Buxarinin rəvayətin qəbul olma şərtləri nədir? Deyir, bilmirəm. Deyirəm, Buxari onu hansı ildə yazıb? Deyir, bilmirəm. Bəs niyə Buxari? Deyir ki, mənim həyatımda deyir, sözündə durmayan insana pis baxırlar deyir. Deyirəm, o zaman sən sözündə 3 dəfə durmadın, deməli sən özünə görə pis adamsan, yaxşı deyilsən. İndi özünə pis bax görüm. Hər il. Ahzab 37-ci ayətdə Allah subhanahu və teala buyurur ki, bir zaman, çox tez-tez eləyəcəm qardaşlar. Bir zaman Allahın neymət verdiyi və sənin özünün neymət verdiyin kəsə, yəni Zeyd bin Hərisəyə, Allah subhanahu və teala deyir ki, Allahın neymət verdiyi Zeyddir. Allahın Zeydə neymət verməsi, Peyğəmbəri onun atalığı etməsidir. Sonra deyir ki, sənin özünün neymət verdiyin, Peyğəmbərin də Zeydə neymət verməsi, Peyğəmbəri bir Peyğəmbər olaraq özünə övladlıq götürməsidir. İkinci məsələ, zövcənin yanında saxla, Allahdan qorx deyirdin. Bu ateistlərin, bu cahil ateistlərin dediyi kimi, əgər Peyğəmbər sallallahu aleyhi və səlləmin Zeynəbdə gözü var idisə, nəyə görə bu ayətə görə deyir ki, onları deyirdin ki, zövcənin yanında saxla, Allahdan qorx. Əgər Peyğəmbərin onda gözü var idisə, deyərdi ki, hə, ey Zeyd, boşa zövcəni, sənə daha yaxşılar layiqdir, o sənə layiq deyil. Yəni, ayət deyir ki, boşama deyir. Boşama deyir. Gözü olan biri deyərmi ki, boşama? Bu bir. İkinci məsələ, əgər Peyğəmbərin Zeynəbdə gözü olsaydı, Zeynəb Peyğəmbərin bibisi qızı olur. Zeydlə evlənmədən öncə də Peyğəmbər onu görür. Nəyə görə Zeydlə evləndirmədən öncə özü evlənmədi? Onda gözü yox idi. Gözü var idi demirsinizmi? O zaman deyirəm ki, niyə özü evlənmədi? Niyə Zeydlə evləndirdi? Sonra özü evləndirdi. Bu hansı ağlığa sığır ki? Birinin birində gözü olarsa, onu başqası ilə evlənməyə icazə verməz. Birinci gəzər, özü evlənər. Məsələ getdi. Sonra deyirdi ki, Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Allah subhanahu və teala öncədən Peyğəmbər sallallahu aleyhi və səlləmə Zeydin Zeynəbi boşayacağı və Zeynəbi Peyğəmbərlə evləndirəcəyini Allah Peyğəmbərə xəbər vermişdi. Peyğəmbər ürəyində bunu gizli saxlayırdı. Bunu insanlara demirdi. Bunu ürəyində gizli saxlaması o demək deyildir ki, Allahın hökmünə qarşı gəlir. Yo. Allahın hökmünə qarşı gəlmir. Peyğəmbərin bunu ürəyində gizli saxlaması həmin dövrdə o cəmiyyətin bu şeyə necə baxacağını bilmədiyi üçün cəmiyyət birdən İslama sərt baxar, İslama qarşı bir təarruz yaranar deyə o şeyi hər bir müddətlik qəlbində gizlətdi. Bu qəlbində gizlətmək Allaha asilik deyil idi. Onun əxlaqını göstərir ki,
həmin peyğəmbər cəmiyyəti də düşünür ki, cəmiyyət görəsən insanlara, İslam'a necə baxacaq? Onu bilmədiyi üçün həmin şey qəlbində gizlətdi. Deyir ki, halbuki əslində qorxmalı olduğunu məhz Allah idi. Bəli, Allah subhanahu teala deyir ki, Allahdan qorxmalıydın deyir. Elhamdülillah, bu qəbul olunan bir şeydir. Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik. Deməli, bu evlənmək göyün 7 qatından Allah tərəfindən olmuşdur. Peyğəmbərin öz istəyi ilə olmamışdır. Oğulluqlara, övrətlərini boşadıqları zaman o qadınlarla evlənmək möminlərə heç bir sıxıntı olmasın. Çünki həmin dövrdə dul qadınlarla evlənmək mümkün deyil idi. Dul qadınlarla evlənməzdilər. Dul qadınlara pis baxırdılar. Dul qadınlar ümumiyyətlə, üzr istəyirəm, kullanılmış bir paçavra kimi kənara atılırdı. Və İslam dini də bu düşüncəyi cəmiyyətin üzərindən götürmək üçün birbaşa Peyğəmbərin üzərindən, nümunənin üzərindən birbaşa belə şey tətbiq elədi ki, başqa insanlar da nümunənin özünə baxsınlar və desinlər ki, deməli bunu Peyğəmbər edibsə, Peyğəmbər dul qadınla evlənibsə, deməli bizə də olar. Ondan sonra da artıq bu hadisədən sonra həmin dövrdə, həmin cəmiyyətdə dul qadınlarla evlənmək icazəli olub. Çünki həmin dövrdə qardaşlar, birini övladlıq götürəndə o biyoloji övlad kimi sayılırdı. Əhzab surəsi 5-ci ayətdə biyoloji övladlığı Allah subhanahu teala kəsir. Bu ateistlər deyir ki, mən deyir övladlığa götürdüyümün arvadı ilə evlənə bilərəmmi deyir. Bilərsən, əgər cəmiyyət, yaşadığın toplum və cəmiyyət ona pis baxmırsa, ona normal baxırsa bilərsən. Yox, əgər cəmiyyət ona pis baxırsa, evlənmirsən, o şey yaxşı deyil həmin cəmiyyətdə. Bu İslamın hökmü qalır. Bu İslamın sənə verdiyi bir icazədir. Bu icazəyi öz cəmiyyət anlayışına əsasən uyğulamamağın sənin öz əlində qalıb. Sən xeyr ola başqasından gedirsən, yetimxanadan bir dənə oğlanı götürürsən. Sonra da ona deyirsən ki, mənim oğlumsan, onun gəllini öz gəllinim kimi deyirsən. O sənin gəllin deyil, o başqasının gəllidir. O sənin oğlun deyil, o başqasının oğludur. Əxlaqsızlıq olan onun boşadığı qadınla evlənmək deyil. Əxlaqsızlıq və tərbiyəsizlik olan gedib yetimxanadan bir dənə uşağı götürüb, ondan gerçək anasını, atasını gizlətmək, sonra onu yedirib içirib böyütmək, sonra da ondan minnət gözləməkdir ki, səni mən böyütdüm, mən sənin atanam, sən mənə minnət eləməlisən. Xeyr, o sənə minnət eləməlidir. Niyə minnət eləməlidir? Sən ona minnət eləməlisən ki, o sənə oğulluq elədi. O sənə demədi, gəl mənə övladlıq götür.